Vid İnkişaf Mərkəzinin baş sponsorluğu, Hind Klinikasının sponsorluğu ilə çıxış yolu başladı. Onlar fərqlidirlər, amma tək deyillər. Autizmli uşaqlar, susaraq danışan dünyalar. Onların valideynləri isə gecə-gündüz savaşan səssiz qəhrəmanlardır. Sadəcə olaraq autizm simptomlarını özündə daşıyan uşaqların bu fərqliliyini aradan qaldırdıqdan sonra məsələ bitir. Minlərlə ailənin hər gün yaşadığı reallıq, mübarizə, göz yaşları və ən əsası ümid. Autizm diaqnozu bir son deyil. Doğru dəstək varsa, bu bir başlanğıcdır. Autizmə təbii ki, biz xəstəlik demirik, bu bir fərqlilikdir. Nuranə Gülərin təqdimatında, çıxış yolunda, Kanal S-də. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Ümid edirəm ki, əhval-ruhiyyəniz gözəldir, yaxşıdır. Biz də yaxşıyıq. Baxmayaraq ki, dünənki efirimiz çox gərgin anlarla yadda qaldı və dünənki efirimizdən sonra biz Bəxtilənin övladları üçün, o iki gözəl bala üçün birbaşa Suraxanı rayonuna yollandıq. Bizim ekspertlərimiz bilirsiniz ki, dünən burada o gərgin anlar yaşayan ekspertlərdən biri də bizim çox hörmətli rejissorumuz Elçin müəllim idi. Elçin müəllimin doğrudan da proqramdan sonra da halı pisləşdi, təzyiqi həddindən artıq yüksəlmişdir. Çünki o görüntülər, o fotolar hər birimizdə, belə deyim də, gözlənilməz idi. Doğrudan da bizi təbrimizdən çıxartdı Elçin müəllim. Və biz dayanmadan, vaxt itirmədən ekspertimiz olan beynəlxalq hüquq eksperti İsmail Zalovla bərabər birbaşa yollandıq Suraxanı rayonuna və elə yol boyunca biz bir çox əlaqədar qurumlara xəbər verdik və o əlaqədar qurumlardan da Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları, Suraxanı rayon polis idarəsinin əməkdaşları, hətta İsmail müəllim prokurorluq orqanlarına belə xəbər verdi. Bir sözlə, xeyli dövlət məmuru, xeyli əlaqədar təşkilatların bütün nümayəndələri bir uşağın səsinə səs verərək qısa bir müddətdə biz buradan birbaşa Suraxanı rayonuna çatana qədər artıq hər kəs toplanmışdı. Mən buna həm sevindim, həm də qürurlandım. Biz demək ki, təkcə sözdə deyil, əməldə də bax beləcə birgə olduğumuzu hər an göstərə bilirik. Azərbaycanın hüquqi bir dövlət olduğunu hər an əməlimizlə bir vətəndaş cəmiyyəti olaraq, vətəndaşlar olaraq göstərə bilirik və dünən axşam da gec saatlara qədər biz artıq evimizə dönəndə tamaşaçılarımız hardasa gecə saat 1-in yarısı idi. Bütün əməkdaşlar bizimlə bərabər, adını çəkdiyim əməkdaşlar orada qaldılar. Axşama qədər, sonuna qədər bütün məsələlərin gedişatı ilə birbaşa əlaqədar oldular və proqramımız boyunca mən dünən hansı deyək ki, hadisələr baş verdi, bunlar haqqında sizə ətraflı məlumat verəcəm. Qısa bir aramız var, qısa aradan sonra qayıdırıq yenə çıxış yoluna. Bugün çox maraqlı bir mövzu ətrafında danışacağıq. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu, Hind Klinikasının sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik, əziz tamaşaçılarımız. Biz uşaqlardan danışırıq, bizim gələcəyimiz olan uşaqlardan danışırıq və bu doğrudan da hər bir kəsin həssas bir nöqtəsidir. Elə çıxış yolunun ekspertlərinin də. Gəlin sizinlə bərabər onları salamlayaq. Bugün proqramımızda Berdavid Mərkəzinin təsisçiləri, rəhbərləri və uzun illərdir
hardasa 20 ildir artıq bu mərkəzə rəhbərlik edən Yosifa Eyxel proqramımızdadır, David Eyxel proqramımızdadır. Onları təkcə Azərbaycanda deyil, bütün dünyada tanıyırlar. Onların bu 20 il ərzində müalicələri və onların özünə məxsus metodları sayəsində autizm sindromlarını sıfıra endirmiş on minlərlə uşaq var ki, o uşaqlar artıq məktəbə də gediblər, məktəbi də bitiriblər, ali təhsil də alıblar, hətta ailə də qurublar, normal sizin kimi, mənim kimi normal həyatlarını sürürlər. Xoş gəlmişsiniz proqramımıza. Добро пожаловать. Здравствуйте, господин David, госпожа Yosifa. Bugün bizim proqramımızda bizim çox dəyərli ekspertlərimizdən olan Rüxsarə xanım. Rüxsarə xanımı siz Tutu adıyla tanıyırsınız. Rüxsarə xanım 1-ci Qarabağ müharibəsində bizim qardaşlarımızın, şəhid qardaşlarımızın, qazi qardaşlarımızın yanında olan tibb bacısı olub və özü də elə 1-ci Qarabağ müharibəsində yaralanıb. Xoş gəlmişsiniz bacım, xoş gördük sizi. Çox sağ olun Nurani xanım, Allah sizləri var eləsin, verişiniz daimi olsun, gözəl olsun. O qədər gözəl işlər görürsünüz ki, vallah saymaqla qutarmaz. Elə dünənki elə verişinizdən bəllidir ki, siz hər bir işə necə addım atırsınızsa, o işin sonuna qədər gedirsiniz və ondan belə gözəl bəhrələnib geri qayıdırsınız. Bu uğurdur. Bəli, Allah uğurlarınızı bol eləsin, canınızı da sağ eləsin. Və bizim ekspertlərimizdən olan Elçin müəllim, bizim hörmətli rejissorumuz bugün bizimlə bərabərdir. Elçin müəllim, sizi də xoş gördük. Hər vaxtınız xeyir olsun. Mən bilirsiniz, sizin təkidlə bu insanlara yardımınız, insanlara çıxış yolu göstərməyiniz tədbirə layiq bir haldır. Və dünən mən buradan biraz halım pisləşdi, getdim. Amma gördüm ki, bugün gələndə məlumatım oldu ki, siz bekar qalmamısınız, siz getmişsiniz, o uşaqları sevindirmişsiniz. Hər zaman Allah da sizləri sevindirsin, millətimizi sevindirsin. Yəni, bəzən elə problemlər var ki, onları özümüz həll eləyə bilirik, amma böyüdüb şişirdirik nə boyda olur. Yəni, özümüz bunu eləyə biliriksə, özümüz eləyək. Doğru. Allah sizi var eləsin. Hər birinizi. Sizin də verilişinizə uzun ömürlülük arzulayıram. Necə ki, uzun ömürlüdür. Təşəkkür, təşəkkür. Biz burada Liliyanın, bizim məşhur Liliyanın, ana уже stala звездой. Liliya, neçənci dəfədir bizim proqramımızda onun haqqında maraqlı məlumatlar ötürürük sizə, əziz tamaşaçılarımız. Liliya atası ilə bərabər, Viktorla bərabər Ukraynadan Azərbaycana gəliblər. Bilirsiniz, mən bugün nəyə sevinirəm? Yosifa xanım və David bəy Azərbaycandadır. Bugün artıq dünyanın bir çox ölkələrindən, Ukraynadan, Rusiyadan, Gürcüstandan, qardaş Türkiyədən, İngiltərədən, Belçikadan, Hollandiyadan, hətta bir neçə ay bundan öncə Amerika Birləşmiş Ştatlarından belə valideynlər Azərbaycana gəlirlər. Niyə? Çünki Berdavid mərkəzində onlar övladlarının sağlığa qovuşacaqlarına inanıb gəlirlər. Ümid ən gözəl şeydir. Ümid insanı yaşadır. O insanlar ümidlə gəlirlər və ona görə sevinirəm ki, o ümid burada, paytaxtda, Bakıda özünü doğruldur. Necə ki, Viktor, bax o ümidlərlə gəlmişdim. Viktor artıq 4-cü dəfə, уже 4-й раз вы здесь, да? Aha, расскажите, пожалуйста. Elçin mənim kömək eləyəcəksiniz. Problemi yox. Aha, Viktor, расскажите, пожалуйста, уже 4-й раз вы здесь. Bəli, 4-cü dəfədir ki, Viktor artıq Azərbaycana gəlib övladı üçün. Ну, 4-й, поскольку мы каждый раз замечали эффективность, и проходило время, и мы видели, как даже когда мы возвращались домой, и у ребенка продолжалось развитие, то есть темпы развития у ребенка все ускорялись. И в понимании, и в речи, и в внимании, ну, как бы усиливается все. Поэтому 4-й раз, потому что между первым и вторым у нас было по полгода разницы. Сейчас мы как бы ускорили, вот прошло 3 месяца, мы снова приехали. Вот. Deməli, 4 ay bundan əvvəl onlar bura gələndə, əslində biz onları tanıyırdıq. Hər dəfə verilişimizə gələndə biz onları qonaq edirdik. Uşağın inkişafında geriləmə aydın məsələdə var idi. Hətta Viktor, indi birazdan sonra Viktor onlar haqqında da danışacaq, amma mən onu irəliləmək istəyirəm. Uşaq bura gələndə, əziz tamaşaçılarımız, deməli 6 ay bundan öncə o bura gələndə cəmi 3 söz deyə bilirdi, 3 söz. Она знала только 3 слова, правда? Дай мне что-то, дай мне игрушку, дай яблоко, ну там дай банан, ну все. Bizim dostlarımızdan olan Hacı müəllim gəlib. Hacı müəllim, xoş gəlmişsiniz.
Hacı müəllim də sizə deyim ki, əziz tamaşaçılarımız, baxın, həm Ber David mərkəzində eyni zamanda da deyək ki, bu sağlamlıq imkanları məhdud uşaqların bütün tədbirləri də Hacı müəllimi görə bilərik. Niyə? Çünki insanın ürəyində lazımdır o mərhəmət, onun ürəyində var. Hacı müəllim xoş gəlib, gəlsin. Продолжайте, пожалуйста. Если мы говорим, что как первый раз мы приезжали, могли сказать только 3 слова, то сейчас мы говорим как о себе, так и о чем-то внешнем, о животных, там, о том, что мы видим на картинке. Мы можем рассказать все. Мы можем в быту рассказать, что надо сделать, что зачем. Надо взять там... Она уже предложение составляет? Да, предложение soставляет. Deməli, bir neçə ay bundan əvvəl cəmi 3 sözdən biz istifadə edə bilirdiksə, məsəl üçün, almanı mənə ver, hansısa oyuncağı mənə ver, amma indi artıq cümlə qurmağa başlamışıq. Artıq biz cümlə ilə fikrimizi izah edə Это bilirik. результат сколько месяцев? Bu neçə ayın nəticəsidir? Ну, больше как 1,5 года прошло, от начала до сейчас. Yarım ilin nəticəsidir, əziz tamaşaçılarımız. Nurana xanım, mənim Viktorin danışır, yəni belə şeyləri görəndə adamın doğrudan da ürəyi açılır, həqiqətən də çox böyük işlər görürlər. Amma mənim üçün bir şey maraqlıdır ki, раньше, David, раньше у нас вообще-то аутизм так болезнь, вот было не слышно, очень редко было. А Hacı чего müəllim, в gəlin, последнее zəhmət olmasa. время Gəlin, очень buyurun, много əyləşin. стало их? Deməli, əziz tamaşaçılarımız, замечательно Elçin müəllimin sualı ответит budur. Yusefa. Əvvəllər ümumiyyətlə autizm haqqında biz eşitməmişdik, heç bilmirdik ki, bu nədir. Niyə bax, indiki dövrümüzdə autizm haqqında belə biz çox eşidirik. Hacı müəllim, bir daha xoş gəlmisiniz. Bu nə ilə bağlıdır? Nəticəsi nədir bu? Вы знаете, весь мир гадает, с чем это связано, потому что этих детей действительно стало очень много. Bütün И dünya вот, sanki tapmaca tapmaq по istəyir детям, ki, которые niyə bu приходят к uşaqların нам, sayı bu мы qədər видим, что çoxalır? есть набор причин, почему это получается. То есть причины, в общем, понятны. Есть дети, Да и пострадавшие от родовой травмы. Aha. Səbəbləri Есть- var. Səbəblərini deyə bilərik. Məsəl üçün, uşaq var ki, doğulanda hansısa bir travma nəticəsində daha sonra alıb, autizm sindromlarını onda hiss ediblər. Есть Minutuşku, дети... yavaş proшу, reklamlara ayrılaq əziz tamaşaçılarımız. Reklamlardan sonra davam eləyəcəyik. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu, Hind Klinikasının sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik, əziz tamaşaçılarımız. Mən bizim çox hörmətli ekspertimiz, dəyərli ziyalımız, ictimai xadim olan Hacı müəllimi salamlamaq istəyirəm. Hacı müəllim, xoş gəlmisiniz proqramımıza, xoş gördük sizi. Var olun. Hər zaman yanımızdasınız, belə də Əlbəttə, qalın. mütləq. Belə də olmalıdır, başqa cür ola bilməz. Çox yaxşı. Və mən Ziyafət xanımı, bizim dəyərli ekspertimizi, Ziyalı xanımı salamlamaq istəyirəm. Ziyafət xanım, xoş gəlmisiniz proqramımıza. Davam edirik, əziz tamaşaçılarımız. Yosifa xanımın sözündə yarımçıq qalmışıq. Госпожа Йосифа, продолжайте, пожалуйста. Первую причину я упомянула, это родовые травмы, но помимо них есть очень много других причин. Например, есть очень много детей, у которых есть нарушение или задержка развития из-за того, что неправильно протекала беременность. Почему-то возникает внутриутробная гипоксия, могут быть внутриутробные инфекции. В общем, различные такие бывают, всякие гормональные нарушения. Əziz tamaşaçılarımız, demək, Yosifa xanım səbəbləri aydınlaşdırır. Çünki Elçin müəllim sual verdi ki, niyə autizm bu dərəcədə geniş yayılıb? Nədir bunun səbəbi? Nədən əmələ gəlir? Niyə bu dərəcədə çoxalıb? Təkcə Azərbaycanda deyil, bütün dünyada çoxalıb və Yosifa xanım söyləyir ki, bunun bir çox səbəblərini biz artıq bilirik. Məsələn, doğuş zamanı hansısa bir travmadan yarana bilər. Hamiləlik dövrü ən əsas, hamiləlik dövründə ana bu dövrü düzgün şəkildə keçirtmədiyinə görə təbii ki, onun da bir çox səbəbləri var, yarana bilər. Daha sonra hamiləlik dövrü ananın aldığı, deyək ki, yoluxucu hansısa bir xəstəliyin, virusların nəticəsində bu yarana bilər. Yəni, səbəblər müxtəlifdir. Потом есть уже много собрано статистики, что, скажем, если мать курит, то вероятность рождения ребенка с аутизмом резко возрастает. Влияет, да. Какие болезни? Например, курение.
Aha, Siqaret. valideyn əgər tütün məmulatlarından istifadə edirsə, Tam doğru. Есть статистика уже много, причем она уже старая, она есть лет 15 как минимум, эта статистика. У курящих матерей риск рождения ребенка с аутизмом минимум на 30% выше, чем у некурящих. biz elə bilirdik ki, məsələn, tütün məmulatlarından istifadə edən Bəli. xanımlar üçün heç bunun belə əhəmiyyəti olmaya bilər. Amma sən demə, statistika bunu göstərir ki, demək ki, tütün məmulatlarından istifadə edən xanımların da dünyaya gətirəcəkləri övladlarda autizmin əlamətləri ola bilir. Bunlar artıq statistik məlumatlardır. Biz bunları dönə-dönə sizin diqqətinizə çatdırırıq ki, əziz tamaşaçılarımız, siz məlumatlı olasınız. Çünki uşağı sağlam şəkildə dünyaya gətirmək hər bir valideynin arzusudur. Aha. Ну, в общем, все эти причины, они, скажем так, достаточно естественные и понятные. Непонятно другое. Почему, скажем, 40 лет назад были тоже родовые травмы, были там всякие вирусы, да, то есть все было, но дети каким-то образом восстанавливались. Вот А почему. сейчас Ага. что-то произошло, и Вот ребенок... это причина. Вот, а никто не знает. Baxın, çox gözəl bir fakt deyir Rüxsarə xanım. 40 il bundan əvvəl də uşaqlar Hacı müəllim travma ilə bəli, doğulurdular, hə? Viruslar da vardı. Bəli. Amma o virus nəticəsində, doğum travması nəticəsində də uşaqlar sonra sağalırdılar, normal uşağa çevrirdilər. Niyə bugün bunun qarşısı alına bilmir? И Bəli. самое Onun удивительное... üzərində bütün dünya düşünür ki, niyə bu günləri bunun qarşısı alına bilmir? Yəqin ki, onun səbəbi tapılan kimi də inşallah autizmlərə də son qoyular. Biz ümid eləyirik ki, Əslində qalanda elə xanımın danışmaq istədiyi də həmin o Bəli. mövzudur. Yəni mənim üçün maraqlı idi ki, yəni əvvəllər Hacı müəllim Bəli. o qədər belə bilmirdi. Olurdu, 1-2 nəfər eşidirdi, görürdü, amma indi həddən artıq. Hər Hədsiz belə çoxdur. Mən sizə deyim ki, bax 9 bizim uşaqdan 6-sı Bəli, 5-i bəli. həmin o xəstəliklə doğulur. Hətta mən sizə deyərdim, o qədər çoxdur ki, ətrafıma baxıram, yaxın ailələr, tanış ailələr, hamısında baxıram ki, mütləq autizm spektrli uşaqlar var və ya baxırsan ki, heç valideynin bundan xəbəri yoxdur. Bu yaxınlarda belə bir hadisə başıma gəlmişdi. Dostumun şəkillərinə baxıram, övladların şəkillərini paylaşıb, deyirəm ki, nə gözəl bəs belə uşaqlarda. Deyir ki, hə, 4 yaşı var, danışmır, o birinin də 3 yaşı var, danışmır və mən artıq bu hal mənə tanışdı deyənə araşdırmağa başladım. Çox böyük bir əziyyətlə onlar heç getmək istəmirdilər. Göndərdim bunları mərkəzlərin birinə və orada məlum oldu ki, hər iki uşağı, ikisi də autizm sindromudur. Autizmdir. Bəli. Və ona görə deyirəm ki, bir çox valideynlərdə var ki, heç onların özlərinin xəbəri olmur ki, bu uşaqlar autizm sindromludur və illər keçir, sonra özünü çox pis şəkildə göstərir. Aha. Хотите продолжать? Если Вообще это лечится. Это есть надежда к этому, что вот это лечится полностью или остается какие-то остатки? Ümid varmı bu uşaqlar Смотрите. tamamilə sağalsınlar? Причина аутизма, расстройства аутистического спектра – это повреждение центральной нервной системы у ребенка. Autizmin yaranması mərkəzi Насколько sinir это sisteminin лечится, zədələnməsi как это deməkdir. восстанавливается, все зависит от того, насколько глубокое вот это вот повреждение. Aha, bu çox И, скажем так, многие дети Да. легкие травмы перерастают. hazırdır, Собственно, 40 hazırdır. лет назад почти все Нет? перерастали их каким-то образом. Сейчас часть перерастает, часть нет. Сейчас очень много детей с небольшими нарушениями развития. Такие, как правило, перерастают там, к подростковому возрасту, но как-то выравниваются. А почему-то сейчас есть очень много tijolых детей с тяжелыми повреждениями центральной нервной системы. Amma indi hal-hazırda mərkəzi sinir sisteminin zədələnməsi ilə bağlı çox ağır formada olan uşaqlar var. Biz onları görürük. Вот. И тяжелые повреждения центральной нервной системы медицинскими методами не лечатся. Про это даже Ага, написала Всемирная организация здравоохранения. Они признают, что есть всякие альтернативные методы, которыми можно восстанавливать повреждения в центральной нервной системе, но нет медикаментов, которые бы это восстанавливали. Mərkəzi sinir sisteminin zədələnməsini, belə deyək, Ümumdünya Səhiyyə Təşkilatı belə təsdiqləyir elmi cəhətdən ki, tibbi cəhətdən ki, belə bir dərman metodu, belə bir müalicə metodu hələ ki yoxdur ki, onu tamamilə sağaltsınlar. Yəni bu artıq
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bir elandır ki, biz sual vermək istəyirəm. Sualımızı verəcəyik. Mən bir daha tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm. Dünənki proqramımızda bizim əziz tamaşaçılarımız, biz uşaqlardan çünki danışırıq, Bəxtilərin 2 övladı ilə bağlı biz burada doğrudan da çox gərgin və əsəbi anlar yaşadıq və biz birbaşa proqram bitdikdən sonra yollandıq Suraxanı rayonuna. Mən rejissorumuzdan xahiş edim, bizim birinci sujetimiz hazırdırmı? Çünki biz axşam gecə saatlarında, geç saatlarında gəlmişik. Sujetimiz hazırdırsa ilkin sujetimizi tamaşaçıların diqqətinə çatdıraq. Biraz öncə Pərvin bəy gəldi atasıyla bərabər və hal-hazırda tədqiqatçının yanındadır. Bəli, tədqiqatçı ondan izahat alır, bəli, izahat alır və icra hakimiyyətinin nümayəndəsi də buradadır. Gözlük izahat alından sonra isə Hadisə necə olacaq? Hadisə necə olacaq, onu da məlumat verir. Tədqiqatçı qərar verdi bu dəqiqə ki, biz rəsmi olaraq qarşı tərəfə də yönəltdik. Qarşı tərəfdə öz dəsti xətti ilə yazdı ki, bəli, ekspertiziyanın kağızını qəbul etdim. Tədqiqatçı bildirdi ki, ekspertizaya bütün materiallar hamısını hazır edib birbaşa tədqiqatdan istintaqa verir. Məsələn, tədqiqat 10 gündür, ancaq buna baxmayaraq 10 gün ərzində yox, dərhal da səhəri istintaqa, Suraxan rayonunun polis idarəsinin istintaqa material təqdim edir. Suraxanı rayonu 33 saylı polis idarəsinin qarşısındayıq. Birbaşa ilə canlı efirdən bizim hörmətli ekspertimiz, beynəlxalq hüquq eksperti İsmail müəllim Zalıqlı və Bəxtili ilə bərabər birbaşa bura gəldik və yolda elə gələ-gələ də İsmail müəllim də elə mən də müxtəlif orqanlara artıq zənglədik. İsmail müəllim. Sağ olsun Baş Prokurorluğa dərhal məlumatı verdi. Suraxanı rayonu icra hakimiyyətinə məlumatı verdi. Kamalə xanım sağ olsun. Bəli, Ağazadə. Ağazadə Kamalə xanım sağ olsun. Və biz hal-hazırda Suraxanı rayonunun 33-cü polis bölməsindəyik. Biz 33-cü polis bölməsinə gələndə rəis bizi qəbul etdi və dərhal materiallara baxaraq, azyaşlı uşağın o şəkillərinə baxaraq rəis tədqiqatçını çağıraraq tədqiqatçıya göstərişini verdi və izahatları alındı və rəis müavini bizi qəbul elədi. Hal-hazırda 33-cü Suraxanı rayon polis bölməsində icra hakimiyyətinin nümayəndəsi də buradadır. Asif müəllim də buradadır və bütün hüquq mühafizə orqanları əməkdaşları hal-hazırda 33-cü polis bölməsindədir və qarşı tərəfi gözləyirik. Qarşı tərəf gəlsin, onu da dindirsinlər və hüquqi addım atırılıcı lazım olsa, gərək olsa o uşaqlar, qız və oğlan xəstəxanada yerləşdirilici, nə anaya verilə bilər, məsələn, nə ataya verilə bilər, dövlətin himayədəliyinə verilə bilər. Artıq 2 saatdır buradayıq və 12 saatda olsa gözləyərik. Çünki burada 2 azyaşlı uşağın taleyi var. Əgər bugün onların taleyi üçün, onların həyatı üçün bir təhlükə varsa, biz buradayıq. Hüquq mühafizə orqanlarını da bax buna görə biz əlaqələndirmişik. Uşaqların hüququ, uşaqların haqqı bizim ölkəmizdə, Azərbaycanda birinci növbədədir. Davam edir Çıxış Yolu proqramı, əziz tamaşaçılarımız. Esmira xanımı salamlayaq. Esmira xanım da uzun illərin, 26 ilin pedaqoqusuz Esmira xanım və bu illər ərzində Esmira xanım eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlarla da çox işləyib. Yəni onların bu həssas təbəqəni daha yaxından tanıyır, bilir. Təkcə uşaqlar deyir, onların valideynlərini tanıyır. Bax buna görə də Esmira xanımın da bizə deyəcəkləri, daha doğrusu
tamaşaçılara deyəcəkləri çoxdur. Yosifə xanım biraz öncə İsmirə xanım səbəblərindən danışdı. Elçin müəllim sual verdi Yosifə xanıma ki, səbəblər nədir? Niyə bu qədər çoxalıb? Siz nə deyərdiniz bu barədə? Mikrofonu götürün zəhmət olmasa. Hər kəsi salamlayıram. Belə demək istəyirəm ki, biz bilirik ki, autizm, yəni digər sindromlar var ki, hansı həm nəsillik faktordur, nasliyetçinin faktordur. Həm də bilirik ki, belə deyək, ananın hamiləlik dövründə, yəni ki, fəsadlar olur. Ona görə mən hər zaman, yəni pedaqoq, psixoloq kimi söyləyirəm valideynlərə ki, hamiləlik dövr çox vacib bir dövrdür və analar yaxşı qidalansınlar, düzgün qida yəni ki, alsınlar mütləq. Yəni zərərli qidalardan uzaq olsunlar, o vərdişlərdən uzaq olsunlar. Sonra tonus olur, mütləq o tonusa görə biz yəni ki, nevropatoloqla da işləyirik. Yəni ki, psixiatr vardı. Biz bilirik də bunu ki, bu tonusdur. Məsələn, gipoksiya nə deməkdir? Hava çatmamazlıqdır. Hava çatmamazlıqdır, yəni ki, çox önəm vermək lazımdır ki, hamiləlik dövründə mütləq havada daha çox olsunlar. Sonra hansısa viruslardan olur, sonra yod çatışmamazlıq da olur. Bəli, əlbəttə ki, ona görə hamiləlik dövründə, yəni ki, gənc analar daha çox öz səhhətlərinə baxsınlar və yenə də deyirəm ki, həkimə tez-tez getsinlər. Amma bir şey də söyləmək istəyirəm ki, belə deyim də, bizdə çox deyirlər ki, çox üzr istəyirəm, təzə gəlin getdin, həkimə getməginə, 2 il, 1 il uşaq olmayınca mən tövsiyə edirəm ki, ailə quran kimi, yəni ki, xanım daha yaxşı olar ki, müayinədən keçsin mütləq. Yəni mütləq bu vacibdir ki, uşağı gələcəkdə sağlam olsun. Axı bilmir ki, onun orqanizmində nələr çatır, nələr çatmır. Əsas məsələ odur. Bəli, yəni mütləqdir. Əsas məsələ odur. Buyurun Elçin müəllim, sualınız var idi. Mən bayaqlar bir sual vermək istirdim. David bəyə? David müəllim fərqi yoxdur. David bəyə ya xanıma. Bilirsiniz, мне очень интересно, чем отличается ваш метод лечения от других? Mənə çox maraqlıdır. Sizin müalicə metodunuzla digərlərin arasında fərq nədir? Yəni bunların öz yaratdıqları yəqin metod var ki, yəni tamaşaçılar da bilsinlər ki, nədən söhbət, necədir? Metod есть у них. Özlərinə məxsus metodları var, əziz tamaşaçılar. Скажем так, большинство специалистов, они работающих с детьми, они используют tот или иной метод. Tərcümə edin. Bir çox mütəxəssislər var ki, onlar müxtəlif vasitələrdən istifadə edirlər. В нашем случае речь идет о методах развития детей, которые мы создали сами. Bizim vəziyyətdə uşaqların inkişafından söhbət gedir. Это запатентованные методы по muzikal terapii, bu patentləşdirilmiş metodlardır, həm musiqi terapiyası ilə, həm rəsm terapiyası ilə bağlı. Efirə verin, zəhmət olmasa mərkəzin görüntülərini tamaşaçılarımız üçün maraqlı olsun. Но самое главное, в основе того, что мы делаем, лежат не методы, а, ну, прямо говоря, оздоровление детей, которое достигается с помощью, скажем так, прямо. Вы спросили, чем отличается наш метод от метода других. Soruşdunuz ki, nə ilə fərqlənir bizim metod? Ответ очень короткий. Çox qısa bir cavab verəcəm. Nəticə ilə. Самое главное – это результат. Ən əsası odur ki, nəticə. Результат, который считается невозможным ни в какой стране мира, ни за какие деньги. Elə nəticələr var ki, onlar dünyanın heç bir yerində mümkün deyil. Результат, который вот, продемонстрировали огромное количество людей со всех концов планеты. Ну вот две семьи могут рассказать конкретно, что. 2 nəfər oturub ki, bizim dünyanın müxtəlif ölkələrindən bir nümunəmizdir. Из Украины приехал, допустим, это уже явный пример.
Наших Ukraynadan здесь gəlib, есть. yəni nəticə görməyən Мне adam интересно Ukraynadan было bura только gəlməzdi. это почему? Чем отличается? Неужели там нету? Результат. Можно Yəni я mənə скажу? deyir çox maraqlıdır ki, Результат. Ukraynada Это metod Отвечайте. yoxdur, Если istifadə Давайте edə я вам bilmirlər, amma отвечу. oradan adamlar bura Пожалуйста. gəlirlər. Я уже упомянула, что причина вот всех этих состояний – это повреждение центральной нервной системы. Да. Mən Мы artıq когда-то на самом... Başına Də- ya budur. dəqiq. Mən artıq bunu qeyd elədim ki, bunlar hamısı mərkəzi sinir sisteminin zədələnməsi əsasında olur. Вот когда-то, когда у нас родилась дочь с тройным обвитием пуповины, и у нее оказались все вот эти проблемы, Nə vaxtsa Na bizim ее qızımız примере. doğulanda, həyata gələndə bizim qızımız və onun da müxtəlif problemi oldu. мы обнаружили, что естественный метод, собственно, то, что вот Давид ссылается как наши особые способности, это правда, David bəyin что dediyi kimi они помогают восстановить поврежденную центральную нервную систему. Как və только bir dəqiqə David bəyin dediyi kimi bizim qızımız doğulandan sonra xüsusi vasitə ilə yəni biz onu tədavisini eləməyə başladıq və bu da gördük ki, çox gözəl nəticə verir. Aha. Mərkəzi я sinir своими sistemi глазами, альтернатив например, тип видела, Ага. как мой ребенок, который не мог ничего запомнить в садике, она не могла запомнить песенки, она не могла соединить Mənim övladım hansı предложения. ki Она heç bir говорила şeir три bilmirdi, slova, то söz есть bilmirdi, heç почти birin не понимала вот даже в быту, да. heç nədən məlumatı И yox как idi. она у меня в tечение недели выучила все песенки к празднику Пейса, Və bir həftə Да. ərzində o mənim qızım magiya так, deyil, это, bu я считаю, xüsusi что bir это все от Всевышнего, потому что любое исцеление это от Всевышнего. bu Allahdan gələn bir Да. müalicə И когда üsuludur она ki, пошла в школу, вот это было, ей было 5,5. То есть və ей o в 6 5 лет yaş в yarımında Израиле идут в первый класс. 5 yaş yarımında Yes. İsraildə Mən 1-ci əlimdə sinifə qaldıran gedirlər və bizim qızımız artıq məktəbə gedəndə Она была не готова к школе совершенно. У нее было огромное отставание, она не знала o məktəbə ничего. heç cür hazır deyildi. O çox inkişafdan geri qalmışdı. Это вы на свой собственном опыте все это Так с чего мы рассказываете. началось? Почему мы вообще стали этим заниматься? Nəyə görə biz bununla başladıq? Hardan başlanğıc olub? Потому что мы смогли восстановить своего ребенка. Biz öz Нам стало övladımızı жалко других родителей. artıq müalicə tədavi eləyəndən sonra Вот первый класс у нас был очень тяжелый, потому что ребенок, который заговорил в 5,5 лет, пропустил все, то есть пропустил садик, пропустил вот всю подготовку к школе, çox все было çətin idi bizə. пропущено. Çünki bizim övladımız 1-ci yaş sinifə yarım idi, gedirdi, 5 da. yaş yarım idi, 1-ci Düz. sinifə gedirdi və hər şeyi buraxmışdı. Bağçanı buraxmışdı və bu da ilk Məktəbə təhsili qədər idi idi. ki, məktəbə gəlmişdi. То есть практически, когда она пошла в первый класс, она вот как вот с нуля пошла. Вот если O бы она пошла в 1-ci садик, sinifə было бы sıfırdan хорошо. getdi. Но она пошла в первый класс. Amma o getdi 1-ci sinifə. И первый класс был очень tяжелый. Və 1-ci sinif çox ağır Я не знаю, idi. что она про меня думала. Наверное, она Biz думала, что bilmirik я müəllimə biz ребенка haqqda nə в подвале düşünürdü. держала. Потому что она Amma o увидела, elə что düşünürdü ребенок ki, biz может o uşağı учиться. zirzəmidə saxlamışıq. Heç nə bilmirmiş də uşaq. Bəli. Dünyadan bir xəbər imiş. Да, ребенок Теперь может аутизм учиться, синдромом ребенок называют развивается. большой То есть, и если вдруг она в 6 лет пришла в таком состоянии, да, что же эта мамаша с ней делала, да? Və müəllimə elə düşünürdü ki, 6 yaşda Da. bu bizə belə Понятно, müraciət da. edibsə, demək ki, anası bunu ilə heç bir şəkildə məşğul Məşğul olmayıb. olmuyor. Вот, поэтому первый класс у нас был очень тяжелый. Ona görə Я 1-ci очень sinif bizdə благодарна çox çətin учителям, idi. которые Mən помогли çox нам. təşəkkür edirəm müəllimləri ki, hansılar ki, Da, bizə şkola. dəstək oldular. Yes. Məktəbə təşəkkür edirəm, müəllimlərə təşəkkür edirəm. Да, şкола, которая давала нам дополнительные уроки, например, языка, там других занятий. Və onlar bizə əlavə məşğələlər verirdilər, dil məşğələləri verirdilər, məşqləri verirdilər və əlavə bizimlə məşğul olurdular. Но уже во втором классе уже стало легче. Amma Она ikinci sinifdə стала bizə artıq средняя. rahat oldu. Çünki o Dağlanyalı. orta Уже səviyyədə da. oldu qızımız. И учительница мне в начале года сказала, вот вы получили плохую характеристику, ребенок ничего не знает, İl başlayanda трудный müəllimə ребенок. mənə dedi ki, siz pis Xarakteristikanız xarakteristika yaxşı deyil. almışsınız və Xasiyyətnaməniz yaxşı deyil. xasiyyətnaməniz yaxşı deyil. Amma indi hal-hazırda
Короче, нам предложили еще дополнительные занятия, Və там bizə yeni занятия со məşğələlər студенткой. və əlavə məşğələlər Я говорю, təklif все, etdilər. давайте. Biz dedik Да, hər всё, şeyi давайте. verin. Nə verirsinizsə biz deyin. Пошло и поехало. Aha, elə 20 lет вы bununla этим da занимаетесь. başladıq və Вот. 20 ildir Короче, bu işlə смотрите, что məşğulsunuz. было. Проходит месяц, смотрю, мы не получаем дополнительного ничего из того, что нам Və bir ay обещали. keçir, biz baxırıq ki, biz əlavə heç bir şey, heç bir məşğələ almırıq. Еще месяц прошел, я иду к учительнице, говорю, где вы обещали? Və bir aydan sonra mən Давайте. yenidən müəllimənin yanına getdim. Dedim, siz bizə söz vermişdiniz, hani bizim əlavə Məşğul olacağımız dərslərimiz. dərslərimiz. А она мне говорит, вы знаете, вот нам сказали, вам дали очень плохую характеристику, но мы вот видим, что она, ну, средняя, там, может быть, чуть-чуть ниже. Есть, говорит, гораздо худшие дети, вот им Amma нужнее. biz baxdıq ki, sizi barədə bizə yaxşı xasiyyətnamə verməyiblər, amma sonradan məlum oldu ki, sizin övladınızdan da daha aşağı səviyyədə olan uşaqlar bizim Но я məktəbdə все равно təhsil как бы aldı. выпросила все дополнительные занятия, а к третьему классу уже все было как обычно. Mən yenidən onlardan əlavə Üçüncü sinifdə məşğələləri çox istədim və 3-cü sinifdə bizdə artıq hər şey normal idi. Gözəl, Вот это əla. самая наша Reklamlardan дочь. sonra əziz tamaşaçılarımız reklamlara ayrılır. Reklamlardan sonra Ayşənurun anası danışacaq. Görək Ayşənurda hansı nəticələri əldə etmişik. Birdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu Hind Klinikasının sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik əziz tamaşaçılarımız. Ayşənurla, bu gözəl qızımızla biz tanış olmuşuq Birdavid mərkəzində. Çox gözəl, şirin baladır və Ayşənurun anası bizə müraciət edəndə, belə deyim, onun o qəmgin gözləri, o kədərli gözləri, o qədər həssas idi, o qədər, mən elə bilirdim ki, ona toxunsam belə bu dəqiqə ağlayacaq da Rüxsarə xanım, bu vəziyyətdə idi. Bugün Ayşənurun anası gülür. Yəni, Birdavid mərkəzinə gedəndən sonra Ayşənurun anası mənə gəlir ki, gülməyi öyrəndi. Kələyğayın da rəngi dəyişib, qırmızı rəng. Bəli, mən sizi son zamanlar görəndə görürəm ki, siz belə davamlı olaraq gülürsünüz, sevinirsiniz. Eşitmək istəyirəm, buyurun. Hər birinizi salamlayıram, hər birinizə təşəkkür edirəm. Ayşənur demək olar ki, əvvəlki Ayşənur deyil də, yəni onu deyə bilərəm. Siz özünüz də gəldiniz, gördünüz Ayşənur, artıq o sizlə topla oynadı. O topu at, topu tut deyir artıq özü, yəni iki sözü birləşdirib deyir. Yəni Mən onu atırdım, topu atıram Ayşənur, tut topu, o da tuturdu topu, bir də yerdə mən atırdı. Artıq indi özü deyir, at, topu tut. Əvvəl yəni Ayşənur su ver belə demirdi də, ancaq ağlayırdı. Bütün günü ağlamaqlar, gecə yuxusuzluq. Yəni bizim həyatımız necə deyim, 80% dəyişilib də, yəni mən bunu deyə bilərəm. Yusifə xanıma, David bəyə təşəkkürümü bildirirəm, sizə təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Mən inanıram ki, mənim qızım 1-ci sinifə gedənə qədər tam yaşıdlarından seçilməyəcək də. Yəni artıq indidən deyirlər ki, o bu xəstəliyin daşıyıcısı kimi görünmür. Mən hərdən avtobusda falan olur deyirəm, o kiməsə vurur eləyir, belə toxunur. Deyirəm o, yəni üzr istəyirəm də sizdən, bağışlayın uşağımın adından, o autizmdir. Deyirlər, yox, autizm oxşamır o. Yəni artıq Ayşənurun autizm olmağını nəqliyyatda, yəni ictimaiyyətdə heç kəs bilmir. Yəni onun bu simptomları daşıdığı, bu spektr pozuntusunda olduğunu bilmirlər. Çünki onun göz kontaktı uzun müddətli olub, adına tam reaksiya tamdır. Yəni Ayşənur gələr dəfələrlə deyəydik ki, o bizə dönüb baxaydı. Artıq bir dəfə Ayşənur səslənəndə o bizə baxır. Ona mən nə qədər deyirdim, Ayşənur ana de, ata de, o demir də, sanki o uşaq yox idi. Ayşənur özü gəlir indi mənə ana, anne, ata, baba deyir atasına. Yəni bunu sözlə ifadə eləyə bilmərəm də, yəni mən nə qədər sevinirəm. Bu sevincim, əlbəttə, mən indi bilirəm ki, yaşayıram. Bu 3 ildə indi bilirəm ki, mən yaşayıram. Hər birinizə təşəkkür edirəm, Birdavid komandasına. O qədər gözəl insanlardır hər biri, ayrı-ayrılıqda. Rəhbərləri olsun, mütəxəssislər olsun, müəllimələri olsun. O qədər bizə, necə deyim, gözəl məsləhətlər verirlər. Onların tapşırdıqları hər bir şeyi mən evdə də Ayşənura
necə deyim, belə aşılayıram, öyrədirəm. Düzdür, biraz bu çətindir. Onlar bizi də öyrədirlər ki, yəni buna alışmalısınız. Yəni bu qısa bir şey olacaq da, yəni keçib gedəsi bir şeydir. Dözmək lazımdır, səbir lazımdır. İnşallah yaxşı olar. Yavaş-yavaş keçir. İnşallah keçir əlbəttə. Biz artıq özümüz yeyirik. Ayşənur Bəli. Ümumiyyətlə bu xanım danışır, bax onun gözləri görür, adam doğrudan doğruya həddən Adam artıq çox sevinir. sevinir. Mən bilirəm ki, onların evdə valideynlərin əziyyəti o uşaqlarla artıq çox olur və onlar həmişə özlərində günah görürlər əslinə qalanda. Bəlkə də bir növ elə günah bizim özümüzdədir ki, vaxtında uşaqların üzərinə gedib onları araşdırmırıq. Deyirik, hər keçər dedikcə vaxt gəlib keçir, bir də görür ki, yox, keçmədi. Yəni, valideynlərin qarşısına baş əyirəm ki, elə uşaqlarım həmişə dəstək olurlar. Mütləq formada uşaqda nəsə hiss edən kimi birinci növbədə onları yoxlatdırmalıdırlar. Hər bir valideyn. Yəni, sabah keçər deyə üstünü örtməyək. Qattalamayaq bu kitabı. Mütləq aparıb yoxlatdırmalıyıq. Mütləq. Sonra fəsadları çox pis olur. Yoxlamaqdan da əlavə, ümumiyyətcə, valideyn uşaqla təmasda mütləq də olmalıdır. O aydın məsələ. Bu, bax, biz müharibə görmüş bir devlətik, amma balaca devlətik. Müharibədən sonra təzadlar o qədər ağır dərəcədə bizlərimizin üstünə gəldi ki, yəni onu bilmədik, bitki çörəyin dalınca qaçaq, ya doğrudan da evlatlarımıza baxaq. Mən tanıdığım en qədər insanlar var ki, bax, yanımda Ziyafət xanım oturub, Ziyafət xanıma da dedim, iki mənim qardaşımın nəvəsi qarşı. Uşaq ağlayan kimi, buyurun telefon. Uşaq ağlayan kimi telefon. Və bu bizim evlatlarımızın evini yıxdı. Yoxsa xanıma tərcümə edin. Çox ağır dərəcədə biz evlatlarımızla danışmağa. Mən qızım o qədər mənə suallar verirdi ki, mən onu cavablandırırdım. Bu постоянно говорит об этом Yosifa xanım. Avtobusda gedəndə soruşurdu, bu niyə belədir, o niyə belədir, mən buna cavablandırırım. Və o cavablandırdığımın bugün ortalığa çıxardan balamın haqqını görürəm. Niyə? Çünki mənim balam artıq gedib Polşa kimi yerdə təhsil alıb Azərbaycana dönəcək. Yəni, mütəmməl olaraq evladla məşğul olmaq lazımdır. Rüxsarə xanım, sizin sözün qüvvəti vaxtı ilə uşaq ağlayanda əmzi deyirlər də, onu verirdilər. İndi telefonu Bəli, olmaz qətiyyən. Faciə gəlib ona çatır. Mən istəyərəm ki, evlatlarımızla, nəvələrimizlə, qonşunun lap uşağı, hətta qonşunun uşağı ağlayanda, indi bir ana olaraq maraqlanma, o uşaq niyə ağlayır? Bəlkə nəsə istəyir, yox, nəsə istəyir, o istədiyini eləyə bilmirlərdi məni. Mən onu icra eləməyə çalışıram. Niyə? Çünki mən bir anayam, bir Azərbaycan qadınıyam ki, biz o telefonlarla uşağımızı susturmaq olmaz. Amma doğrudan da ki, bunların Azərbaycanda olan böyük bir iş görürlər. O uşaqları ki, həyata qaytarmaq üçün əllərindən gələn əsirgəmirlərsə, hər ikisinə də təşəkkürümü bildirirəm bir ana kimi. Çünki biz gələcəyimiz hələ bilmirik. Gələcək olan uşaqlarımıza biz dəstək olmuruqsa, amma məndən qutardı, qardaşıma dəydi, o olmaz. Hər bir uşaq ağlayırsa, ana aparmırsa, sən bir ona bir ana kimi, bir xala kimi köməklik göstər. Ana həkimə aparmırsa, sən ona dəstək ol. Vallahına elə vəziyyətdə mən uşaqları da, qonşumun balalarını da, hər kəs eşidir bunu. Mən bunu yalandan demirəm. Hər dəqiqə çatmaq istəyirəm ki, görəsən mənim əlimdən gələn bir yaxşılıq nəyisə xilas edə bilərmi? Onlar da Azərbaycana gəlib, bunları xilas edirsə, hər ikisinə təşəkkürlər. Var olsunlar. Var olun. Yosifa xanım, что-то хотите сказать? Прошу вас. Мне перевели, что вы сказали. С одной стороны, да, телефон – это большая проблема, но, к сожалению, это не, скажем так, не основа проблемы. У нас на терапии постоянно приходят дети, которым нельзя дать телефон, потому что у них настолько повреждена центральная нервная система, что они даже не способны смотреть в него. Bizə mərkəzi sinir sisteminin zədələnməsi ilə bağlı elə ağır formada uşaqlar gəlir ki, hətta onlar telefona baxa bilmirlər belə. Сейчас разговор не о том, что вот аутисты вот это самое не смотрят. Сейчас беда в том, что
Мы уже не замечая, это как игрушку пользуемся. Это правильно, нет, это правильно, потому что родители действительно не хотят заниматься и суют детям конфетку, суют и телефон. Вот Но, к сожалению, это не исправляет аутизм. Даже если забрать все телефоны, все равно эти дети будут. Telefonu verirlər. Bəli. Вот bida, это большая Bu da bida. Это çox sos. böyük bir faciədir. Bu sosdur. Biz həyəcan təbilini çalmalıyıq. Buyurun Esmirə xanım. Mən valideynlərə tövsiyə etmək istəyirəm. Mən illərdir şəhərdə işləyirdim. 4 ildir Bakı kəndində, Bilgəhdə işləyirəm və rastlaşıram ki, bizə Nərdarandan gəlirlər, Zaqulbadan gəlirlər, Buzovnadan, yəni yaxın Maştağadan, yaxın kəndlərdən gəlirlər. Belə şeylərlə rastlaşıram ki, atalar var, nənələr var. Hansı uşaqlara icazə vermirlər ki, nə nevroloqa, nə psixoloqa, nə psixiatra, nə logopeda. Yəni valideynlər var, o qədər analar mənə xəbər göndərirlər ki, Esmirə xanım bizə kömək eləsin. Yəni şəhərdə işləyən zaman mən belə şeylərlə rastlaşmırdım, amma indi görürəm və hər zaman həmən atalara, nənələrə tövsiyəm odur ki, həmən uşaqları mütləq professionallara göstərmək lazımdır. Niyə görə? Ona görə ki, uşaqları yəni ki, göstərməyəndə nevroloqlara müalicə lazımdır, onlara psixoloq təlimlər lazımdır. Bunlar hamısı uşaq görməyəndə uşağın durumu çox çətinləşir, çox pisləşir. Hətta elə valideynlər var ki, otağın içində belə uşaqları bağlayırlar, məcburdular. Yəni o qədər uşaq aqressivdir, o qədər uşaq məsələn döyür valideyni. Ona görə həmən valideynlərdən doğrudan xahiş edirəm ki, yəni ki, belə uşaqları bağlı, qapalı yerdə saxlamasınlar. Yox. Bir də tövsiyəm valideynlərə ki, yenə də deyirəm ki, ana olmamışdan qabaq mütləq araşdırsın, yəni ki, çox şeylərlə maraqlansınlar və çox yaxşı olardı ki, bizim diaqnozla olan uşaqlarımızın valideynləri biraz təlimlərə getsin. Bunu mən həmişə çağırış edirəm. Təlimlərə getsin? Təlimlərə. Bilirsiniz niyə görə? Həmən valideynlər rəftar edə bilmirlər öz uşaqları ilə. Mənim yanıma gətirən uşaqları analar döyürlər. Yəni vururlar uşaqları. Elə vururlar ki, siz inanırsınız ki, mən müəlliməm, yəni ki, mən onlara baxıram, mən çox pis oluram. Yəni biz uşağı heç vaxtı nəinki döyməyirik, belə əl vurmarıq da. Amma görürəm ki, valideynlər bacarmırlar, başa düşürəm onları və o aqressiyanı həmən uşağa dökürlər və o uşaq ki, danışa bilmir, problemi var. Valideynlər başlayır onlarla düzgün kobud rəftar etməyə və belə mərkəzlər də var. Yəni ki, valideyn seçim etməlidir düzgün, hara uşağı verir. Yəni mərkəz var ki, həqiqətən uşaqlara, yəni ki, şiddət olunur belə uşaqlara. Yəni hələ bilirlər ki, psixoloq, logoped, yəni ki, mən heç zaman xoşlamıram belə metodları. Uşağı saçından dartma, uşağı cimcıqlama bu metod deyil. Mənim öz metodikam var. Yəni mən uşağı sakitləşdirmək üçün, hə? Bəli, mən 26 ilin psixoloq, pedaqoq psixoloqu. Mənim öz metodikam var. İndi mən başa düşürəm, hər kəs öz metodikasını, yəni ki, açıqlamır. Amma mənim metodikam elədir ki, bizdə uşaq gəlir, danışmayan uşaq, biz onu danışdırırıq. Yəni ki, vəziyyəti ağır olan uşağı biz çox düzəldirik və birinci mənim psixoloji tərbiyə olmalıdır. O psixoloji tərbiyə bizim mərkəzdə biz uşağa veririk. Uşağı gətirəndə hiperaktiv uşaqdır. Görünüm hiperaktiv uşaqdır deyil, filan mərkəzə gedib, o mərkəzə gedib. Amma baxıram ki, uşaq bir dəqiqə dayanmır. Aha, Esmirə xanım, hansı dərslər, logoped eləyin, düyü bütünləmə, hamısını dedim, yox. Psixoloji mən tərbiyəsinə götürüm, uşağı düzəldirəm, uşaq tabi olur, məhəbbət. Məhəbbət, sevgi, любовь. Bu uşaq sizə inanmalıdır. Esmirə xanım, sizə bir sual verim. Buyurun. Nə dəyişildi ki, bax bizim genofondumuzda mı bir zədələnmə əmələ gəldi? Nə oldu ki, uşaqlar bu dəqiqə belə aqressivdir? Qohumluq, evlilik çoxdur. Bir. İkincisi, qohumluq, evlilik? Bəli, çoxdur. Düzdür, qabaq da olub, indi də olub. Amma yenə də deyirəm ki, indiki valideynlər uşaqlarla rəftar edə bilmirlər. İndi hamısı deyir ki, mən oxumamış psixoloqam. Onda mən sizin dediyinizdən ondan razılaşıram ki, analar
dünyaya uşaq gətirməzdən öncə artıq hansı Mütləq. bir mərhələləri Bəs mən onu keçməlidirlər deyirəm. ki, Baxın, yəni bizdə- gələcəkdə uşağın tərbiyəsi ilə. Bəli, Bəli, bəli. Bizdə planlaşmaq bizdə məsələsi. deyirlər ki, psixoloqa getməyin. Mən o gün mənə bir valideyn, mən psix deyiləm. Deyirəm, siz nə danışırsınız? Psixoloqa getməyin. Biz həyatda Hələ biz onu anlamamışıq. travma yaşamışıq hər bir insan. Buyurun. Bu günləri onlar bəli. psixoloqa müraciət eləməkdən Bəli. qorxurlar, qaçır. Qorxurlar, Bayaq bəli. siz bir məqamın üstündən keçdiniz, amma mən istəyərdim ki, onu bir Buyurun. daha çox vurğulayaq. Nəyə görə? Çünki bir çox ailələrdə ailə həyatı qurandan sonra qaynanalar, qaynatalar müdaxilə eləyirlər və heç bir şəkildə istəmirlər ki, o aqressiyalı uşaq olsun və ya problemli uşaqları aparıb hansısa bir psixoloqa göstərsinlər, hansısa bir məsləhəti alsınlar və onlar israrla dururlar üstündə ki, yox, elə şey mümkün deyil, həkimə getməyəsiniz, uşaqları da Müəyyən yaşdan sonra özü keçəcək, nə bilim, hər şey və örtbasdır eləməyimiz. Elə bu gün gəlin sizinlə bərabər bir müraciətimiz olsun xalqa ki, yəni bu cahilliyi biraz kənarda buraxsınlar. Artıq çox gözəl mərkəzlərimiz var, harda ki, uşaqlarımız müalicə ola bilərlər, harda ki, bilirsiniz, ən xırda bir detal belə bilirəm ki, uşağın gələcək həyatında böyük bir təsiri ola bilər. Çünki valideyndir, baxır ki, uşaq aqressivdir, heç ona fikir vermir. Amma o artıq psixoloji pozğunluqdur. Ona görə də mən elə düşünürəm ki, yəni valideynlər hamısı gərək uşaqların üzərində diqqətləri olsunlar ki, zamanında, vaxtında mərkəzlərə müraciət etsinlər. Demək istəyir, Bəli, buyurun. bəli. Ən əsası da odur ki, düzgün psixoloqlar, düzgün mərkəzlər seçsinlər. Mən sizinlə tam Bəli, razıyam. buyurun. Bir də biz danışdıq metod. Mən bu metod demək istəməzdim buna. Bu sanki bir möcüzədir də, yəni bunun adını mən möcüzə deyərdim. İnanılmazdır, hə. Bəli, inanılmaz bir şeydir. Yəni gözlə görülməsə, yəni bu inanılmaz bir şeydir. Yəni mən burada kiminsə təkidiylə falan danışmıram. Yəni öz istəyimlə bura gəlmişəm, öz istəyimlə bu çıxışı eləyirəm. Yosef xanım, David bəy məndə ağrıdığımı hiss elədi. Yosefə xanıma dedilər, mən də müalicə elədi 2 dəfə. İnanınız ki, mən şahid tutaraq deyirəm ki, mənim artıq baş ağrılarım yoxdur da. Yəni o qədər özümü rahat hiss eləyirəm. Mənə bu hissəm dəhşət ağrıyır da, dözülməz dərəcədə. Belə bir uşağı da saxlamaq, yəni düşünün də, yəni bu necə bir ağır, çətin bir durum idi. Təbii ki, o uşaqların valideynləri çox əziyyət çəkirlər və çoxu da əziz tamaşaçılarımız Ayşənurun anası kimi baş ağrılarından əziyyət çəkirlər. Çünki davamlı olaraq bu uşaqlar hiperaktiv uşaqlar deyillər. Yəni hiperaktiv uşaqlar tamamilə başqadır. Bəzən onları autizm spektrli uşaqlarla dəyişik salırlar, amma bu belə deyil. Amma bu tip uşaqların valideynləri mən deyərdim ki, çox əziyyət çəkən valideynlərdir. Çox qəhrəman valideynlərdir Nurhan xanım. Yosifə xanım əl qaldırıb. Götürün mikrofonu. Yosifə xanım deyim ki, Azərbaycan dilini öyrənmək üçün artıq müəllimlə məşğuldular. Yəni bizim danışdıqlarımızın bir çoxunu Yosifə xanım da, David bəy də çox gözəl anlayırlar. Вы же понимаете по-азербайджански, правда? Правда, господин Давид? Больше, чем раньше. Больше, чем раньше, bəli. Əvvələ nisbətən indi onlar daha yaxşı Мне часть anlayırlar. перевели, часть я даже поняла. Aha, как бы bəli, не bir всё. Но hissəsini вот artıq başa düşmüşəm. можно Bir hissəsini поговорим tərcümə elədilər. на тему того, что я поняла Ага. и того, что перевели. Mən Вот özüm тут başa düşdüyüm говорят mövzuda про danışam. агрессивных детей, там, которых надо вести туда, сюда и так далее. Надо. Родители агрессивные вообще отдельное дело. Давайте вот агрессивные дети, да, вот есть агрессивные дети. Вот тут говорили про этот смартфон, который детям дают вместо соски и прочее. Есть еще одна вещь, которая очень, скажем так, важна вот во всем этом деле. Yəni aqressiyalı uşaqlardan danışaq, bayaq da danışdıq ki, smartfonları verirlər, telefonları verirlər. Burada əsas bir məqam var. И это детское питание. Və bu da ki, uşaq qidalanmasıdır. Потому что вот Əsas məsələ. что лично меня гораздо больше напрягает, это не то, что ребенку дали смартфон, а то, что ребенку вместо обеда дали какой-нибудь снэк или конфетку. Məni əsas gərginləşdirən odur ki, uşağa Шашлык хорошо, кстати. uşağa yemək əvəzinə Konfet verirlər, Ребенку şirniyyat не дают verirlər. шашлык, ребенку дают какую-нибудь sладкую ерунду. Uşağa yemək əvəzinə müxtəlif konfetlər verirlər, şirniyyatlar verirlər və
Bu da ki, əlbəttə ki, Kökü məni bəlli çox olmayan narahat edir. Да, при этом rебенок гиперактивный, Ona görə агрессивный. uşaqlar И hiperaktiv родители olur, говорят, aqressiyası çox как olur. это, rебенок не может без сахара. Və valideynlər deyir ki, necə olur ki, övladım mənim şəkərsiz Da, yaşaya хотя- bilməz. Şirniyatsız, Хотя bəli. Şokoladsız. Ha? любой педиатр знает, что у ребенка Hərçənd bütün избыток pediatrlar глюкозы вызывает bilirlər ki, гиперактивность. У самого обычного ребенка без диагноза. adi uşaqlarda belə hiperaktivliyi artırır şəkər. Normal uşaqda belə. Bəli. Когда в Şəkərin нашем miqdarını детстве artırır. мы выходили утром из дома Bəs и biz uşaq заходили vaxtı özümüz вечером çıxırdıq уже, да, бегали без evdən еды, və gecə qayıdırdıq evə. нам эта конфетка никак не мешала. А сейчас, когда, как вы правильно говорите, значит, ребенку С утра сунули до вечера смартфон, только... Да. телефон, Telefon компьютер valideynlər и haqqında накормили danışaq сладостями, istəyirik что ondan будет sonra, с yaxşı? ребенком? Aha. Biz uşaq vaxtı özümüz bayıra çıxırdıq və gecə evə qayıdırdıq, çünki çox aktiv həyat tərzi keçirdirdik. Amma bu günləri smartfonla oturan uşaqlara bir də şirniyyat verirlər. İndi siz təsəvvür edin ki, bunun nəticəsi necə ola bilər? А будет с ним очень просто, он будет агрессивный, он Və ona будет görə də гиперактивный. uşaqlar aqressiyalı olacaq, hiperaktiv olacaq. Хуже того, у него будет нехватка полезных веществ, витаминов и минералов, и у него будет отставание в развитии. Və onda da inkişafdan geriləmə olacaq. Təbii, Çünki vitaminləri də bədənində çatmayacaq və çatışmamazlıqlar bədəndə nəticəsində. çatışmaz. Mən Və- mənə perepşiti də onun Yazar. priyomuna. Məni yazın da. Deməli belə, qəbula getmək üçün əziz tamaşaçılarımız, dəyərli valideynlər, diqqətinizə çatdırım ki, qəbula getmək üçün çıxış yolunun adından gedən hər bir kəsə, hər bir ailəyə xüsusi endirimlər var. Bu artıq bir neçə ildir davam edir və bu aksiyamızı biz davam edirik. Buyurun, siz də telefon nömrəsini diqqətinizə çatdırıram. 055 627 37 70 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Reklamlara ayrılırıq əziz tamaşaçılarımız. Reklamlardan sonra davam edəcək. Amma bu arada diqqətinizə bir məqamda çatdırmaq istəyirəm. Dünən bizim başımıza gələnlər, dünən bizim getdiyimiz ünvanlar və Bəxtilərin övladlarını belə mən hər ikisini dünən gördüm. O qədər şirin uşaqlardır, o qədər gözəl balalardır. Rejissorumuzdan xahiş edim mən, biz o görüntülərimizi qaydanda, reklamlardan qaydanda biz onu sizin diqqətinizə çatdıracağıq və burada əyləşən Amil də görürəm diqqətlə qulaq asır hər bir danışana. Uşaqlara məhəbbətdən danışırıq, düzdürmü? Amil o məhəbbəti görməyib. Ana sevgisindən danışırıq. Ayşənurun anası buradadır. Liliyanın atası buradadır. Biri Ukraynadan gəlib, biri Azərbaycanlıdır. Hər ikisi övladı üçün çarpışan valideynlərdir. Bilirsiniz necə Amil bayaqdan sezirəm, necə həsrətlə baxır onlara. Çünki Amil o sevgini görməyib. Bax, hansı uşaqlarda ki o sevgi çatışmamazlığı olur, o uşaqlar yaralı olurlar. Təkcə mənəvi deyil, elə fiziki olaraq da. Amil böyük bir açıq ürək əməliyyatı keçirdib. Niyə? Bax, o sevgidən məhrum olub. O mütləq insanın o çatışmamazlığı, o sevgi çatışmamazlığı insanın daxili orqanlarını da paramparça edir. Övladlarımızı sevgidən kənarda saxlamayaq. Əgər ailədə bir boşanma varsa, ana ilə ata ayrıdırsa, siz əgər valideyn adını daşıyırsınızsa, siz buna məhkumsunuz, məcbursunuz. Siz bunu etməyə məsuliyyətlisiniz. Başqa şəhərdə, başqa ölkədə yaşaya bilərsiniz. Amma sizin bir ölkədə, başqa bir ölkədə, dünyanın lap axırında övladınız varsa, sizin valideynlik borcunuzdur ona sevgi vermək. Reklamlardan sonra danışacağıq. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu, Hind Klinikasının sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Davam edirik, əziz tamaşaçılarımız. Dediyim kimi biz daha sonra Bəxtilərin övladlarının evinə də getdik, uşaqları da gördük, nənəni də gördük, babanı da gördük. Nənə, baba, təbii ata da oradaydı. Çox əsəbi, çox gərgin. Yəni iki körpə uşağın yanında bu dərəcədə əsəbi, bu dərəcədə aqressiv, bu dərəcədə gərginlik olmaz, vallah olmaz. Bilirsiniz,
bir nənə, bir baba gəlin kimdir ki, mən gəlinə uşaqları vermərəm, uşaqlar mənimdir. Vallahi billahi bu düz deyil. Söhbət. Yenə də gəlinə kimdir ki, verim uşaqları falan. Görürsünüz, yenə də valideynlərin, qaynatanın, qaynananın bilirsiniz necədir? Qaynata, qaynana cahil olmayanda, normal düşüncəli olanda bu çox gözəldir. Əlbəttə ki, belə bir ailədə uşağın tərbiyəli olmağı çox yaxşıdır. Amma nə vaxt ki, belə cahilliyə əl atırlar, onlar düşünürlər ki, olmasın, getməsin, gəlməsin, ona görə bax, gəlib nəticələr də ki, belə olur. Və çox hallarda boşanma olanda uşaqların hansı valideyndə qalması bir balaca da aliment məsələsinə gətirir, çıxardır. İndi uşağın atasının dediyinə görə aliment məsələsi deyir, qətiyyən burada söz ola bilməz. Çünki neçə ay uşaqlar anada qalıblarsa, mən alimentimi həmişə ödəmişəm. Əlimdə çeklərim də var, alimentimi ödəmişəm. Yəni, burada söhbət aliment məsələsindən getmir. Sadəcə olaraq uşaqlara ana, atanın dediyinə görə şiddət göstərirdi. Uşaqları incidirdi, onları, belə deyim də, zorakılıq göstərirdi. Atanın dediklərini mən deyirəm burada əziz tamaşaçılarımız. Amma sözsüz ki, bütün bunları faktla sübuta yetirmək lazımdır. Və mən inanmaq da istəmirəm ki, ananı biz neçə müddətdir burada görürük, studiyamızda görürük. Yəni, anada mən bir qeyri-etik bir hərəkət, hətta tərbiyəsində bir hərəkət. Bura gəlir, artıq belə deyim, bizim işçilərimizin böyük əksəriyyəti onu burada saatlarla görürlər. Adamda nəsə bir çatışmamazlıq olsa, biz də onu sezərik. Düzdür, məziz tamaşaçılarımız? Belə bir şey ondan biz hiss etmirik. Tərbiyəsi tərbiyə yerində, əxlaqı əxlaq yerində, danışığı, əyləşməyi, davranışı. Mən inana bilmərəm ki, o uşaqlarını o dərəcədə, şiddətli dərəcədə döysün ki, uşaqlar anadan qaçsınlar. Bilirsiniz, mən uşaqlarla axşam danışdım. Biz proqramımız boyunca bu haqda sizə görüntülü olaraq məlumat verəcəyik. Uşaqlar ana adı gələndə deyirlər, qətiyyən anaya getmirik. Ananı istəmirik. Uşaqlar iki söz deyir. Ananı istəmirəm. Ananı istəmirəm. Bilirsiniz, 5 yaşında uşaq. Bəli, bəli, tam doğru. Öyrədilmiş uşaqlardır. Mən indi onu da deyə bilmərəm. Qaçır. Baxın, bəs burada niyə uşaqlar anaya qaçmır? Onu çünki mən soruşdum sizdən ki, uşaq nə vaxtdan anadan ayrıdır. Ona görə uşaqlar atanın yanındadır və nənə ilə baba ki, deyir ki, gəlin kimdir, mən onu uşaq verim. Sən çox uşaq istəyirdinsə, həmən valideynləri üzümü tutub deyirəm ki, hamıdan üzr istəyirəm, bütün xalqımdan, devlətimdən üzr istəyirəm. Çünki o anaya, o nənəyə, o babaya uşaq vermək olmaz. Niyə? Gələcəkdə o uşaqları ana müqəddəsdir. Hələ o uşaqlar qanmırlar ki, ananı çox istəmək olar yoxsa, amma nə qədər mütləq anaya qaçmalıdır. Bunun bir mənalı yoxdur. Çox qəribədir ki, uşaqlar... Bu uşaq təsir altındadır. Neçə vaxt anasını görmür. Anası haqqında da evdə danışılan ancaq odur ki, ana pisdir, ana pisdir, ana pisdir. Uşağa bir dəfə deyirsən, konfet yox, Elçin müəllim nə qədər desə belə, o uşaqlar ananı istəyirlər. Yox, uşaqlar qavramaq dərəcəsində deyirlər. Baxın, Nuranə xanım, o uşaqları bircə həftə, artıq demirəm, bircə həftə onların yanından kənarda saxlayın. Ata da gəlsin ora, ana da gəlsin. Gör uşaqlar anaya qaçır, yoxsa yox. Çox maraqlıdır. Ata yox, onun nənə ilə baba, gəlin kimdir? Mən ona uşaq verəm, 9 ay bətnində gəzdirən bir gəlinə gətirməyəydin, onu dünyaya uşaq, deməli sizdə belə bir adət var ki, uşağı dünyaya gətirəndən sonra gəlini atmaq lazımdır. Ruxsarə xanım, məsələ burasındadır ki, bizim dövlətimiz hüquqi dövlətdir. Biz adət ənənələrimizi hər zaman qoruyub saxlayırıq, mental dəyərlərimizə hörmətlə yanaşırıq. Amma biz adət ənənələrlə yaşamırıq, getmirik ki. Biz qanunlarımızla gedirik və qanunlarımız onu söylüyor ki, 18 yaşa qədər müəyyən kriterilər var. Onlar yoxdursa, məhkəmə qərarı ilə uşaqlar anada qalmalıdır. Əgər boşanma baş verərsə, burada da boşanma baş verir və məhkəmənin də elə haqlı olaraq qanunlara söykənən bir qərarı var. Masanın üstündə o qərar var. Amma mənim, bilirsiniz burada, axşam mən o mənzəriyə baxdım, bilirsiniz ürəyim nəyə ağrıdı? Nənə də yaşlıdır. Baba da yaşlıdır. Hərəsinin 70-dən yuxarı yaşı var.
Yəni bu nənənin, bu nənə də bir ana daxı, bir qadın daxı, Ziyafət xanım. Bu nənənin indi 5 yaşında uşağı, çox üzr istəyirəm, ayaq yoluna aparıb, onu gətirib, yuyunduran vaxtıdır. Xeyr. Bu nənə bu əziyyəti niyə çəkməlidir? Bu baba indi oturmalıdır, qarşısına çay qoymalıdırlar, istirahətini eləməlidir. Düzdür, 70 yaşını keçmiş kişidir. Tam doğru. Bu baba niyə bu əziyyəti çəkməlidir? Mən axşam uşaqların atasına da dedim ki, bu atanı, ananı əziyyətə salan sənsən, günah səndədir. Mənim o mənniyə də, babaya da ürəyim yandı. Adamlar əziyyətin içərisindədirlər. Niyə bu əziyyəti çəkirlər? Uşaq yanındadırsa atanın. Uşaq varsa uşağın anası var, ana saxlasın. Mən danışıram axı Rüxsarə xanım. Ana varsa əgər, ana normaldırsa, ananın psixi durumunda bir problem yoxdursa, bu uşaqlar... Və ortada məhkəmə qərarı da var. O da var. Ortada məhkəmə qərarı var. İndi biz nə qədər, istər nənə olaq, baba olaq, ürəyimizi yaraq o uşağı qoyaq içinə, dayı olaq, xala olaq, nə olursaq olaq, o uşaqları dünyaya gətirən, 9 ay bətnində saxlayan, əziyyətini çəkən ana var, ana. Ana ortadadır və ananın əlindən heç kəs uşağı ala bilməz. Təbii ki, məhkəmə qərarı ilə müəyyən kriterilər varsa, onlar da təbii yoxdur bu anada. Çox maraqlıdır Nurana xanım. Bizdə bəzi insanlar var ki, Allah onlara 100 il, 120 il ömür versin. Ona görə demirəm, hər insanın bir həyatı var, hər insanın bir taleyi var, yaşam ömrü var. Amma bəzi insanlar elə bilir ki, bunlar həyatda ömürlüydülər və 70 yaş üstündədirlər dedilsə, amma onlar düşünürlər ki, hələ bunlar uzun müddət bu ailəni idarə eləmədilər, burada hegemonluq eləmədilər, burada söz keçirtmədilər. Daha düşünmürlər ki, bugünün sabahsı da var, yenə də uşaq atasının yanında olmalıdır, valideyninin yanında olmalıdır, ana da olmalıdır, tam bütöv ailə olmalıdır. Bu günləri ora müdaxilə eləmək, yəni nə qədər düzgündür. Bir də ki, yenə də nə qədər siz özünüzə ömür payı götürmüsünüz ki, hələ bu uşağı bir indidən onun həyatını pozursunuz. Valideyndən ayrısınız, anadan ayrısınız, anaya qarşı agresiya yaradırsınız və bunun sonu necə olacaq? Sonu necə olacaq? İki övladın həyatı tam olaraq məhv olur. Bir də Nurana xanım, yeri gəlmişkən bir məsələdə deyim. Bayaq mən baxdım, siz yenə də gecə yarısı idi, amma siz iş başındaydınız. O diqqətimizdən heç cürünə qaça bilməz. Mən öz adımdan sizə təşəkkür edirəm ki, illərdir Nurana xanım, artıq uzun illərdir. Mən elə tanıdığım sizi günlərdən bugünə qədər siz nə gecə bilirsiniz, nə qış bilirsiniz, nə soyuq bilirsiniz. Elə ancaq demək olar ki... Hacı müəllim, Hacı müəllim Respublikada belə tanınır da, ümidlə gəl. Ümid gözəldir. Bəli. Ümid gözəldir. Düzdür Ziyafət xanım? Ziyafət xanım, sizin yanınızda olan valideynlərə, bax belə durumda olan övladlarında sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərə siz necə ümid verə bilirsiniz? Mikrofonu verin zəhmət olmasa, ötürün Esminə xanım. Mənə maraqlıdır. Görüm, Ziyafət xanım o valideynlərlə o söhbətləri necə aparır? Hər kəsi salamlayıram. Mən 10 ildən artıqdır ki, Maqli Uşaq Bağçasına rəhbərlik edirəm. Rəhbərlik elədiyim müddətdə əvvəllər belə müraciət edən uşaqların sayı çox az idi, autizm sindromlu. Ancaq axır vaxtlar görürəm ki, belə uşaqların sayı çoxdur, ancaq valideynlər əksəri qəbul eləmək istəmirlər. Biz valideynləri dəvət eləyirik, onlara deyirik ki, sizin uşağınızda bu problem var. Hətta indi adını çəkmək istəmirəm, hal-hazırda mənim bağçamda elə uşaqlar var. Valideyninə deyirik, qəbul eləmir, nə də uşağı kənarlaşdıra bilmirik. Deyirik ki, müraciət elə, psixologlara müraciət elə, biz özümüz gətiririk bağçaya. Sadəcə deyirlər ki, bizim ona xərcləməyə, yəni maddi durumumuz yoxdur, bağça özü ölçü götürsün. Yəni ki, bunun heç bir problemi yoxdur, yəni qəbul eləmirlər. İndi bir dənə də nüansı deyim ki, bəlkə də buradan eşidir. Bizdə bir uşaq var idi, Sofiya adında, yəni anasının adı da Könüldür. Hardasa indi həmin uşaq 2-ci sinifə gedir. O uşağın autizm sindromu var idi və heç bir bağça onu qəbul eləmirdi. Yəni göz kontaktı yox idi və danışa bilmirdi. Bax, inanın, indi bəlkə də valideynləri eşidir onun. Buradan əgər eşidirsə bilirlər ki, o uşaq bizim bağçamıza gəldi. Ona heç bir bağça götürmədiyi halda biz götürdük, ona yeni qrup açdım. Sonra yavaş-yavaş uşaqların sayı artdı onun ətrafında. Yəni, artıq onlar sindromlu uşaqlar deyildi, sadəcə bu sindromluydu. O uşaq o qədər gözəl inkişaf elə, düzdür, aparırdılar mərkəzə də. Amma bağçada o ünsiyyətə girməklə, sevgi ilə, qayğı ilə,
o qədər gözəl, indi ikinci sinifdə oxuyur, ən gözəl nəticələrlə, yəni anası hər dəfə gəlir, təşəkkürünü Təşəkkür bildirir edir. ki, bu bağçada yəni Həyata dəyişdi. qaytarmısınız o uşağı. Həyata həqiqətən indi mən buradan valideynlərə müraciət edirəm ki, həqiqətən də öz bağçamın valideynlərinə də müraciət edirəm ki, yəni qəbul eləsinlər. Bu eyib deyil uşaqların bu xəstəliyi. Bu yəni Xəstəlik də deyil bu, xəstəlik də fərqlilikdir. deyil. Aradan qaldırmaq Bəli, olur. bir sindromdur. Bunu müraciət eləsinlər. Yəni hazırda burada indi siz mənə dediniz, mən elə onun üçün buradayam ki, sizin bu David bəy Bəli, və Yusifə xanım. Yusifə xanım, yəni mənim bağçama gəlsinlər. Mən istəyərdim ki, orada o qruplarla məşğul baxsınlar elə sindromlu uşaqlara. Biz valideynlərə Məsələn, elə müraciət valideyn var ki, eləyək. inanmır ki, uşağında belə bir şey onlar var. görsünlər ki, doğrudan da bu hiperaktiv uşaqlarımız var, çoxdur. Qəbul eləmirlər. Deyir, hiperaktivdir də, nə olacaq, keçib gedəcəkdir. Yəni onlarla, yəni baxandan sonra biz valideynlərlə danışaq və uşaqlara dəstək olaq. Bəli, bu uşaqlara biz dəstək olaq. Çox gözəl. Yaxşı fikirdir, əziz tamaşaçılar. Bəli, mən əsas mənim elə bundan əvvəl də Nurani xanımla mən danışanda məqsədim odur. Elə bura gəlməkdə də məqsədim odur. Elə bağça da bura yaxındır. Əla. Əla. Dostluqlar buradan başlayır, çıxış yolundan başlayır və bir çox uşaqların da elə gözəl taleyi, gələcəyə addımı, inkişafının daha da irəli getməsi məhz buradan başlayır. Buyurun. Elə Ayşənur'unki kimi, əziz tamaşaçılarımız, Ayşənur da buradan başlayıb. Если ребенок пришел в садик, не говоря, ничего не зная, а потом выровнялся, заговорил, то, скорее всего, у него был неверный диагноз. Есть много детей в состоянии, которые можно охарактеризовать, вот как Сара Ханум сказала, это педагогическая запущенность. Такой ребенок, когда попадает в коллектив, он очень быстро выправляется. И тут вот очень важно... Sosiallaşır və onda bu nitq inkişafı daha da irəliyə gedir. И тут очень важно, чтобы родители понимали, что это не настоящий аутизм. Потому что вот такие ошибочные диагнозы, они заставляют других родителей верить, что с их ребенком будет так же. O səhv diaqnoz nəticəsində valideynləri inandırırlar ki, bu autizm sindromudur, amma əslində bu belə deyil. А с их ребенком так не будет, потому что у их ребенка настоящее повреждение центральной нервной системы. И он просто так сам не заговорит. Mərkəzi sinir sisteminin zədələnməsindən əmələ gəlir. Bax bu autizm spektrli uşaqlar, autizm sindromları. Yəni hər uşaqda bu düzələn deyil. Bu uşaqlar fərqlidir. Yox, o da deyir ki, düzgün diaqnoz qoyulmayıb. Yəni elə uşaqlar var ki, sosiallaşan kimi artıq özləri Demək ki, əziz tamaşaçılarımız, biz düzgün mütəxəssisin yanına getməliyik. Baxın, mən hər zaman bunu sizə deyirəm. Görürsünüzmü? Deyək ki, bir uşaq bağçasının, körpələr evinin rəhbəri söylür ki, bizdə hiperaktiv uşaqlar vardı. Bağçaya gələndən sonra uşaq başladı danışmağa, amma onun diaqnozu autizm idi. Autizm üzrə mütəxəssis söylür ki, Yusifə xanım söylür ki, əgər bir uşaq bağçaya gələndən sonra nitqi normallaşdı, danışmağa başladısa, sosiallaşandan sonra, onda autizmin əlamətləri yoxdur. Ona autizm diaqnozunu səhvən qoyublar. Görürsünüz, nə qədər faktlar üzə çıxır. Demək ki, biz mütəxəssisə müraciət etməliyik, tamaşaçılarımız. Fikriniz var, buyurun İsmira xanım. Bir də valideynlərə də tövsiyə etmək istəyirəm ki, onlar öz başınalıq, yəni ki, edirlər. Necə? Diaqnoz qoyurlar. O qədər internetdə baxırlar ki, yəni internetdə miflər də var. Miflər də var, yəni ki, amma baxıram ki, elə şeylər danışırlar ki, yəni mən illərlə oxumuşam. Minsk şəhərində də oxumuşam. Yəni psixoloq və qapet olmuşam. Yəni mənə deyirlər ki, biz oxumamış psixoloquq. Biz oxumamış vaqapet. O necə ola bilər? Yəni ona görə öz başınalıq heç zaman uşaqlarına, yəni müalicə, özləri müalicə edirlər, özləri diaqnoz. O gün bir valideyn mənə deyir ki, İsmira xanım, mən öz uşağıma yod verirəm. Deyirəm ki, yod, bəli, yod. Dedim, yod vermək olmaz, deyir, niyə? Deyirəm ki, ona görə bəlkə sizin uşağınızda, yəni yod çoxdur bədənində. Onu deyəkər peridozirovka olar. Yəni bunu söyləyirəm ki, daha yaxşı olar öz başına yox, daha yaxşı olar ki, getsinlər müraciət edə. Mütləq, əlbəttə ki. Yəni ruslar deyir, samoliçeniyə məşğul olmasınlar. Onsuz da biz həmişə belə olmuşuq da, həmişə özümüzü müalicə eləyirik, birdən effekt verməyəndə vay,
öyüm yıxıldı, düz eləməmişəm. Amma effekt Yəni bu var. bəli, effekt Bu da biraz üzr istəyirəm, Buyurun, biraz o buyurun. maariflənmənin düzgün istiqamətdə aparılmaması ilə bağlı olandı. Bayaqları Hacı qardaşım düz deyirdi. Əslində qalanda belə maarifləndirici verilişlər daha çox olmalıdır. İnsanlar hər gün eyni şeyi eşidəndə mütləq ona əməl eləyəcəklər. Vallah billah əməl eləyəcəklər. Düzdür. Yenə Və deyim, diqqətinizə çatdırım əziz tamaşaçılarımız, xüsusilə Bilgək, Şağan, Mərdəkan, Maşdağa, sonra haranı deyim, Buzovna əsasən bu ərazilərdə, Abşeron deyək ərazisində yaşayan bizim dəyərli valideynlərimiz, əgər övladlarınızda bu kimi problemlər varsa və ondan dolayı şəhərə gedib gəlmək sizə çətinlik törədirsə, getməyə ehtiyac yoxdur. Yanınızda var. Bilgəkdə yerləşən Esminur Tədris Mərkəzinə müraciət edə bilərsiniz. Eyni ilə bayaqdan 2 saatdır danışdığımız problemlərin çözülməsində Esmirə xanım və onun böyük kollektivi sizə yaxından kömək ola bilər. Hətta mini bağça var. Səhər saat 8-dən günorta saat 1-ə qədər fəaliyyət göstərir. 3 yaşından 5 yaşına qədər övladlarınızı bu bağçaya apara bilərsiniz. Təşəkkürümü bildirirəm Esmirə xanıma. Reklamlardan sonra davam edəcəyik. Berdavid Uşaq İnkişaf Mərkəzinin baş sponsorluğu, Hind Klinikasının sponsorluğu ilə çıxış yolu reklamlardan sonra davam edəcək. Xahiş edəcəm, Berdavid mərkəzinə aid olan çox maraqlı sujetlərimiz var. O sujetlərimizdən birini təqdim etsinlər. Amma indi istəyirəm ki, Liliyanın atası danışsın. Прошу вас. Хочу отметить, что как менялся ребенок на протяжении всего времени. То есть, когда мы приехали... Mən qeyd eləmək istəyirəm ki, bizim uşaqda necə dəyişikliklər olurdu bu müddət ərzində. Biz gəldiyimiz zaman то у Лили была потребность постоянно ходить в шапке. То есть в мозге что-то происходило. Мы не понимали, что. В шапке она ходила. Bizim övladımız bəli, bura gəlməmişdən öncə hər zaman papaqda gəzirdi. Находясь уже на первом курсе, как бы она уже сняла эту шапку. Birinci kursda artıq o papağını çıxartdı. Также была косолапия, левая ножка как бы значительно была скошена. Və əyri pəncəlik var idi, sol ayağı əyri idi. Слабость в ногах была, то есть далеко мы по ступенькам не могли ходить. Zəiflik var idi. Также была привязанность к игрушкам, когда она носила вместе с собой мягкие большие игрушки. Və hər zaman özü ilə o yumuşaq oyuncaqları gəzdirirdi. При первом курсе это все начало проходить. Birinci kursdan sonra, müalicə kursundan sonra bu keçməyə başladı. Также мы ходили в памперсе, ребенку уже было 5 лет тогда. 5 yaşlı olan uşaqda hər zaman pampersdə gəzirdi. За 4 месяца после начала первого курса, как мы вернулись домой, от памперса мы отказались полностью и начали ходить в туалет. За 4 месяца 4 месяца после того, как прошел 4 ay keçəndən sonra biz evə qayıtdıq və bizim övladımız pampersdən azad olundu. Потом, как мы были второй раз, то уже улучшилось внимание, понимание, Və ikinci dəfə biz gələndən sonra artıq onun diqqəti əmələ gəldi, diqqətli daha dinləməyə başladı. После того, как мы приехали второй раз домой, уже я не присутствовал на занятиях с ребенком, поскольку он спокойно занимался. Biz ikinci dəfə artıq evə qayıdanda mən artıq öz övladımla məşğələlərdə olmurdum, çünki o özü çox sərbəst məşğul olurdu. Сейчас мы видим уже по ребенку, что можно за это все забыть, то есть ребенок очень хорошо физически развит, очень умен. Bizim övladımız artıq fiziki çox gözəl inkişaf eləyib. Системно каждый день и спокойно занимается с большой мотивацией. Sistematik olaraq hər zaman motivasiya ilə, çox gözəl bir motivasiya ilə məşğul olur. Ну, можно сказать, что мы значительно догоняем как бы свой возраст. Və biz artıq öz yaşımıza həddinə gəlib çatırıq. На данный момент проходим подготовку к школе и biz indi hal-hazırda məktəbə hazırlıq keçirik. Для этого уже есть и понимание, и внимание, и речь. Və buna görə həm anlayır, həm danışığı var, həm nitqi gözəldir. Ну, благодаря вот... Она же знает даже календарь. Даже о погоде она говорит. Да, прошлый раз она говорила. Сейчас мы... Погода холодная, она говорила. У нас есть личное задание от уважаемой Йосефы. Bizim Yosef xanımdan
şəxsi elə bil ki, aldığımız bir Təlim kimi. təlim var. Bəli. Aha. Valideynlərə də təlim verirlər axı. Это говорить с ребенком, что было сегодня, вчера и так далее, что Və кушали. övladımızla bugün, dünən nə olmuşdu, o haqda danışaq. Ну, учитывая то, что ребенок уже понимает календарь, сам ставит даты, сам ставит месяцы, погоду, Və nəzərə alanda настроение ki, свое bizim даже. övladımız artıq kalendarı bilir, təqvimi bilir və o Çox önəmlidir. tarixləri özü qoya bilir. Çox önəmlidir. Mən bir şey diqqətinizə çatdırmaq istəyirəm Bəli. bircə dəqiqə. Autizm spektrli uşaqlar yaddaşında saxlaya bilmir böyük əksəriyyəti. Məsəl üçün bu hadisə dünənmi olmuşdu? Ya bir il bundan öncə mi olmuşdu? Nə bilim, mənim 3 yaşımda olmuşdu, indi 5 yaşım var. Məsəl üçün sabah hara gedəcəyik? Onu aydınlaşdıra bilmirlər ki, nə vaxt gedəcək, sabah nə vaxtdır, dünən nə vaxtdır, bugün nə vaxtdır? Bunu aydınlaşdırmaqda çətinlik çəkirlər. Viktorun qızı Liliya artıq o deyək ki, etapı, o addımı keçib artıq. O artıq bilir dünən nə idi, sabah nə olacaq. Bu çox önəmlidir. Ну и Он уже понял, что я что насчет этого задания, то есть мы уже Viktor 6 ayda Azərbaycanda da artıq Azərbaycan dilində başa düşməyə başlayır. Насчет этого задания вы как? Уже буквально за пару дней уже ребенок мне рассказывает, что происходило. Və artıq bizim övladımız bizə danışır ki, nələr olur, hansı hadisələr baş verir. Dünən məsəl üçün nələr olur? Bəli, keçmişi danışa bilir. Bu çox önəmlidir. Bu çox önəmlidir əziz tamaşaçılarımız. Это очень Честно важно. говоря, когда говорите с таким душой, вот так, я радуюсь, честно говоря. Вот благодаря Mən çox этим sevinirəm. людям, Siz necə благодаря sevinclə, этим xoşbəxtcəsinə людям, danışırsınız. вы родители, Siz bir уже valideyn olaraq радуйтесь. sizin sevincinizə şərikəm. Дай Бог вашим детям и David всех bəy, нашим Yusif детям xanıma здоровья təşəkkürümü и bildirirəm. благодарны вам. Bütün uşaqlara xoşbəxtlik və sevinç arzu edirəm, sağlamlıq arzu edirəm. Həqiqətən uşaqlar xoşbəxt olanda hər kəs xoşbəxt olur. Хотите продолжить? Да, спасибо. Спасибо большое Давиду, спасибо большое Йосефе. Ну, могу сказать, что главное не потерять время. Это мой посыл. Ən əsası odur ki, zamanı itirməyək, bu mənim hər kəsə tövsiyəmdir. Vaxtında üstünə düşək, yəni o anlamda. Vaxtında. David bəy nəsə demək istəyir? David bəy ancaq sağaldır, ancaq sağaldır, Rus dilində danışmır. deməyəcəm, Azərbaycan dilində deyəcəm. David bəy nəsə demək istəyirsin? Gördünüz dilində Azərbaycan dilində. Mən Я вас понял, но я думаю, что я могу сказать? Mən nə deyə bilərəm? Öyrənmişsən. Что я имею в виду? Если я начну рассказывать, никто не поверит. Потому что известно, что это невозможно. Поэтому пусть говорят родители, да, потому что если я буду рассказывать о наших результатах, люди скажут, это обман, такого быть не может. Mən çünki danışsam, insanlar buna inanmayacaqlar. Ən əsas odur ki, bizim nəticələrimiz danışsın. Elə əsas elə bulardır da. Həqiqətən də, əziz tamaşaçılarımız, bir mərkəzin uğuru, bir mərkəzin nəticələrini görmək üçün yalnız valideynləri danışdırmaq lazımdır. Siz də, əziz tamaşaçılarımız, fərq etməz hansı mərkəzə gedirsiniz. Bu mərkəz Azərbaycandadır, bu mərkəz Esmirə xanım xarici ölkədədir və yaxud xarici ölkədə yerləşən bir mərkəzin bizdə açılan digər bir mərkəzidir. Fərq etməz. Söhbət burada uşaq sağlamlığından gedir və getdiyiniz mərkəzlərdə öyrənin, bilin, baxın, psixoloq yanına gedirsiniz. Öyrənin, bilin, bu adamın psixologiyadan bir ixtisaslaşmış mütəxəssisdirmi, oxuyubmu, ali təhsili varmı? Var bugün Respublikamızda çox belə bərri, bəzəkli psixologiya mərkəzləri. Siz də tanıyırsınız, mən də tanıyıram. Bir gözəl onların təqdimatı keçirilir. Öyrənirsən, bilirsən ki, rəhbərliyində çalışanlar, adı psixoloqdur, nə bilim, logopeddir. Adamın sertifikatı var. Bax, belə bir vərəqdir. Adına sertifikat deyirlər və o sertifikatın altındakı imza var. O imzanı atanın özü də heç bilinmir ki, hansı ixtisasın sahibidir. Adam o 2 aylıq sertifikatı ilə gəlir, olur psixoloq və sizləri xüsusilə sosial şəbəkələrdən o adamların çoxu televiziyalara ayaq aça bilmir. Çünki televiziya gələn, televiziyadan bizim ekranlarımız vasitəsilə özünü psixoloq kimi, logoped kimi sizlərə təqdim edənlərin hər birinin sənədinə burada baxılır. Bura televiziyadır.
dövlət orqanları nəzarət edirlər. Buradan biz heç kəsi bəli məsuliyyətlə aldada bilmərik, amma sosial şəbəkədə bizim cəmaatı elə gözəl aldadırlar. Mənim ürəyim ağrıyır. Adamın psixologiyadan heç təsəvvürü yoxdur. Adam ətək-ətək pullar alır sizdən ki, sənin övladında olan bu autizm əlamətlərini sıfıra indirəcəm. Var belə şeylər. Var belə şeylər. Bu adamlar doğrudan da dələduzluqla məşğuldular və zaman-zaman onların da qarşısı alınır, çox gözəl də alınır, o dələduzluqlarının qarşısı alınır. Amma aramızda var, özlərini də çox gözəl reklam edirlər. Düzdür? Düzdür? Mikrofonla zəhmət olmasa. Məndə elə valideynlər var ki, illərlə uşağını aparırlar elə müəssisələrə, ancaq heç bir xeyri yoxdur. Demək olar ki, yəqin ki, onlar belə aldadırlar ki, o nəticə görmürlər də. Yəni, ona görə də deyirlər ki, bu aparmağın bir faydası yoxdur. Mən ona görə əsas yəni, mütəxəssisə müraciət eləmələrini istəyirəm ki, onlar yəqin ki, ünvanı düzgün seçmirlər ki, bununla bu nəticəni ala bilmirlər. Məndə neçə valideyn var, həqiqətən də deyirlər ki, Ziyafət xanım, bizə elə bir psixoloq, əgər bildiyiniz, tanıdığınız varsa, logoped, psixoloq, yəni aparırıq, nəticə yoxdur. Həqiqətən də elə uşaqlarımız var. Ona görə də doğrudan da ünvanı düzgün seçmək lazımdır. Bəli, düzdürmü Hacı müəllim? Siz də bax belə mərkəzlərin çoxunu tanıyırsınız və diqqətinizə çatdırım ki, Hacı müəllim dostluqda möhkəm adamdır. Və bir çox mərkəzlərdə də görürəm ki, Hacı müəllimi ora qonaq çağırırlar. Hacı müəllimi üzdən gözdən salırlar, zorla 5 dəfə, 15 dəfə zəng edirlər, Hacı müəllim gəl, gəl, gəl. Hacı müəllim də yox deyə bilmir, gedir, amma ürəyində bilir ki, getdiyi mərkəzin bir adama xeyri dəyməyəcək. Yox, Nuray xanım, mən gedmişəmsə mərkəzə, elə ola bilməz ki. Necə? Bəli, bəli. Yox, amma bir mərkəzə gedmişəmsə, deməli, mən də araşdırmışam ki... Hacı müəllim, vallahi billahi o adamlar sizin o saflığınızdan, sizin o mərhəmətinizdən elə gözəl istifadə edirlər. İstifadə edənləri mən görürəm sosial şəbəkədə. Çünki Hacı müəllimin yanında dayanırlar, şəkil çəkdirirlər. Hacı müəllim bizim mərkəzimizə gəldi, bugün bizimlə oldu və bununla nə edirlər? Sizdən istifadə edib cəmaatı özlərinə cəlb edirlər. Tam doğru Nurhanə xanım. Mən Bəzən susum. bir Hacı müəllimin elə insanların yanında özümüz də görəndə deyirik ki, Hacı müəllimin o görə gözəl fikirləri var. O fikirlərindən bunlar oğurluq eləyirlər. Ona görə də Hacı müəllim gərək getdiyi yeri də Benim üzdən gözdən salırlar da adamı da. Ona görə ondan istifadə eləyirlər. Mən yenə Amillə bağlı danışmaq istəyirəm mənim əzizlərim. Amil, əziz qardaşım, sənin bundan sonraki həyatın gözəl olacaq. Bir mənalı olaraq buna inan. Çünki bax, bizim kimi dostlar tapmısan. Biz hər birimiz sənə bacı olacağıq, qardaş olacağıq, dost olacağıq. Yəni, sən özünü tənha hiss eləməyəcəksən. Ən əsası da kim var? Papa. Papa bilirsiniz kimə deyir? Uşaq evindən sonra 17 il ona atalıq eləyən bir kişi, Zakir dayı. Bax, sizə o papa deyir. Həqiqətən Allah ömür versin. Allah ömür versin. İzləyir bizi, Amil. Bəli, o indi düzünlə danışmaz, söhbət əzizdən eləyə bilərsiniz. Zakir dayı, Zakir dayı deyir, bizimlə danışmaq istəyir. Bəlkə Zakir dayı ilə bir əlaqə saxlayar. Belə də insanlar var həyatda. Neçə il atalıq eləyir? 17 il, Hacı müəllim. Çox gözəl. Ümumiyyətlə, vallahi və billahi, bax, belə insanların əllərindən öpmək lazımdır. Təmənnasız, heç bir şey güdmədən, yaxşılıq eləyən insanlar azdır və o insanları qorumaq lazımdır. Belə insan olduğuna inanırdıq. İnanıram, Nurhanə xanım, niyə? Mən hərdən bir bilirsiniz də çox ağır əməliyyatlar keçirmişəm. Yəni Azərbaycandan kənarda keçirmişəm. Əlimi hər yerdən üzmüşəm və elə vaxtı, elə bir insan qarşıma çıxıb ki, biz dur deyilən vaxtında artıq yatağa möhtac olan vaxtı o adam tanımadan, bilmədən bir zənglə məni əlimdən tutdu və məni göndərdi əməliyyata və əməliyyatdan sonra bax, sizlərin arasındayım. Ona görə də mən elə insanlara inanıram və ömrümün axırına qədər elə insanların qarşısında baş əyirəm. Özüm bir anayam, hətta mənim balam bu günləri deyir ki, doğrudan da ki, o möcüzəni biz yadımıza sala bilmirik. Düşünürük ki, biz o gecə necə ayıldıq.
Hətta mən qardaş bir ölkədən artıq get anana bir kolyaska al və onu ömrünün axırına qədər baxmağa məcbursan. Baxa bilmirsənsə, sən uşaqsan, qızımın 10 yaşı var idi və ananı sən qocalar evinə verə bilərsən. Qızım orada bircə kəlmə söz dedi. Mən böyüyəcəm, anama ömürlük baxacam. Mən Allahın kəlamına inanıram ki, Allah böyükdür və mənim anam yeriyəcək. Doğrudan da cümə günü idi. Biz onun şahidi olduq. Bizə zəng gəldi. O zəng əsasında dedi ki, sizin maddiyyatınızın qiymətini deyin ki, nə qədər və həmən xəstəxana. Mənim həkimim, Allah ona qəni-qəni rəhmət eləsin, dedi ki, sənin belə bir abim var idisə, sən bu qədər 8 əməliyyatı niyə elədin? Dedim, valla, billah, mən tanımıram və Nuranə xanım o adamı, mən gələndən sonra da konferans keçirdim və o adamı bugünkü günə qədər tanımıram. Tanımırsınız o adamı? Tövbə, tövbə, bir balamın canı tanımıram. Adını da bilmirsiniz adamı? Və orada komanda var idi. Mənə zəng eləyən adam başqaydı. Pasportumu aparan başqaydı. Məni səhər-səhər aeroporta aparırlar. Baxın, hər kəs o aeroportdan keçir və hər yeri uçulur. Orada komendatura mənə yaxınlaşanda mən bir anlıq qorxdum. Dedim ki, bu nə möcüzədir, mən başa düşə bilmirəm. Uşağımı sıxdım, baxma kolyaskada, uşağımı sıxdım və bizim çamadanlarımız orada yoxlanmalıdır. Dedi, oradakılar dedi ki, o çamadanın içində biraz qənd var, biraz da konfet və uşağın kitabları var. Heç o çamadanı yoxlamaq lazım deyil. Mən deyirəm ki, axı bizi kimdir bunu eləyəndə? Dedi, sənə nə lazımdır? Sən yerimək istəmirdin. Ay Allah. Bax, Allaha, bax, bir balamın canı. Mən ağlaya-ağlaya əməliyyata minəndə, mən orada bizim Azərbaycandan olan adamlar da vardı və oradakı o xanım mənə yaxınlaşdı ki, Suadersa, dedi ki, sizi orada artıq gözləyirlər. Bizi bütün dedi bu komanda. Soruşdum ki, heç olmasa o adam kimdir? Mənim əməliyyatım gedir, mən ad çəkə bilərəmsə, həmin o adam da... Tanıyırsınız adamı? Yox, adamı tanımıram, hansı ki o adam kamerada baxır mənə ki, məni necə əməliyyat edirlər. Qadındır, kişidir? Heç bilmirəm ki, qadındır ya kişidir. Nə danışırsınız? Tövbə, orada deyirəm, hansı ki, bir 50-60 adam işləyirdi. Deməli, sizə adam əməliyyat elətdirir, bugünə görə bilmirsiniz kimdir? Bugün 2025-ci ildir, noyabr ayında mən əməliyyat olmuşam, artıq 10 ilim tamam olub. Siz təsəvvürünüzə gətirin ki, mən o adamların bir dənə nömrəsini tapa bilmirəm ki. Bu qardaş Türkiyədə olub. 10 il bundan qabaq olub. Qardaş Türkiyədə olub. Əməliyyatım qardaş Türkiyədə olub. Hansı klinikada? Harada? Maltepe Universitetində. Maltepe Universitetində. Mən o adamı necə görmək istəyərəm, o adamı necə əlini sıxmaq istəyərəm, qadındır, kişidir. Gətirin ki, o adam, mən oradan da əməliyyatdan sonra gəldilər, mən danışanda, ağlaya-ağlaya danışdım ki, mən heç nə istəmirəm sizdən. Mən sizi biçi də və üzünüzdən öpmək istəyirəm. Bir istəkən o ayağa qalxıb yerindən sonra o çayı töküb sizin qabağınıza qoymaq istəyirəm. Mənim qızım hələ də deyir ki, mən kəşke o yuxularımız bu günlərin gerçək yılım o insanlar ortalığa çıxardı. Anamı ayağa qaldıran adamı. Bir adamın əlindən tutub əlindən öpərdim, deyərdim ki, anama həyat verirsən. Valla mən də o adamın əlindən öpərəm. Mən Qurana and olsun, dönə-dönə. Rəhmətli Qənirə xanım Paşayeva dönə-dönə hər yerdə dedi ki, mənim gözəl bacım, dedi ki, bu adamı həyata qaytaran, qardaşsan, bacısan, kimsənsə, bir dəfə sən üzün görək. O adam mənə söz vermişdi ki, sən yeriyəndən sonra gəlib sənin evində, hətta evimdə nə varsa onu bilirlər. Amma kim olduğunu bilmədik. Mən icazə verim, mən müraciət edeyim. Müraciət elə. Biz o adamı görmək istəyirik, biz o adamı tanımaq istəyirik. Ən azından insanlıq adına gördüyü, bax bu işə görə onun əlini sıxmaq istəyirik. Bacımızsızmı, qardaşımızsızmı, sizə bir can sağlığı arzulamaq istəyirik, amma bağrımıza basmaq istəyirik. Siz bir nümunəsiz. Ola bilər ki, geniş tamaşaçılar qarşısına çıxmazsınız. Mən bunu hörmətlə qarşılayaram və anlayaram sizi. Amma biz sizi tanıyaq. Ən azından Rüxsarə xanım evində bircə stəkan çaya sizi qonaq etmək istəyir.
Çox Biri xahiş gəlsin, edirəm. o komandanın biri gəlsin. Biri gəlsin. O birini bağrıma basın, deyim ki, məni həyatda Can. yaşadanımsa. Can. Çünki mən yerimək üçün Can. hər gün yalvarırdım Can. Allah ki, mənim uşağımın 10 yaşı var, mən yeriyim. Heç olmasa gəzim. Vay, vay. Bir damcı, mən axı 18 insana qan vermişdim. Bilmirəm kimlərin duası idi ki, o insan o gecə bizim qapımızı döydü, məni həyata qaytardı və onların birini tapıram. Bugün ayaq üstəyəm, çay vermək istəyirəm, onun əlindən öpmək istəyirəm. Allah'a and olsun biri yoxdur. Birini istəyirəm, bax biricəsini. O komandadan bir adam istəyirəm. Görmədiniz kim apardı? Mən aparan adam, heç biri görmüyor. adam yaşlı adam idi, üzr istəyirəm. Yaşlı adam idi. Mən ondan soruşdum ki, bu yaxşılığı eləyən kimdir? Bircə kəlmə çöndü mənə tərsəz. Baxdı, dedi ki, sən yerimi istəmirdin. Can. Yeri də nə istəyirsən qızım özün. Yo, biz o adamı istəyirik. Mən O adamı istəyirəm. tanımaq istəyirik. 10 ildir yalvarım. Qoy yaxşılıq yerində Yo, yo, qalsın. mən tanımaq Tanımayın onu. istəyirəm. Düşürməyin bu insanların arasına. Amma az pul deyil ha. 18.000 euro az pul deyil. Mən bu hadisədən belə bir Küllü hadisələrə miqdarda xəbərdaram. puldur. Çünki nəyə görə? Eyni vəziyyətdə mənim verilişimə bir bəy müraciət eləmişdi. Eyni hadisədir ha. Mən sadəcə bu biri tərəfini danışıram ki, onun uşağına ilik köçürülməsi lazım idi. Əlləri hər yerdən üzülmüşdü və onlar o Ramazan ayında yoldaşı yaxınlaşıb ki, bəs gəl iftar süfrəsi verək, hamı dua eləsin. Deyir, son pulumu verdim o iftar süfrəsinə. Daha sonra deyir, üstündən bir 3 gün keçmişdi, mənə bir zəng gəldi ki, bəs sizin övladınıza əməliyyat lazımdır, biz onu aparmaq istəyirik Türkiyəyə. Deyir, mən inanmadım. Hətta qonşulardan getdim, pul yoxdum ki, birdən oradan bizi geri qaytararlarsa... Yolda qalmayaq. Yolda qalmayaq. Türkiyədə mən ailə ilə gedirəm. Sən demə düz imiş. Düz imiş, eyni adamdır kimdirsə. Çünki mən indi hadisələri bənzətdim. Onları apardılar Türkiyə, qızına ilik dəyişildi, oğluna da sonradan əməliyyat olundu və Eyni hadisə. Eyni hadisə. Baxın, Amma onlar da sona qədər bilmədi ki. Verişimizin sonudur. Amma mən bu məsələyə mütləq Rusarıxam, sizinlə bərabər qaydacıyıq. Bizi istər Azərbaycandan, istər qardaş Türkiyədən izləyən bacı qardaşlarımıza müraciət edirəm. Rusarı xanımı zaten hər kəs tanıyır. Rusarı xanımın haqqında kitablar yazılıb. Mən çox xahiş edirəm, bizim bax bu qəhrəman bacımızın əlindən kim tutub, onu həyatda ayaq üstə durmağa kim dəstək olub, biz o adamı tanımaq istəyirik. Bir çıxış yolu olaraq.